Handbol. Handbol nə zaman yaradılıb, harda yaradılıb, kim tərəfindən yaradılıb? Handbol 1898-ci ildə Danimarkada William idi yoxsa Holger Nielsen tərəfindən yaranıb. Holger Nielsen. Basketbol neçə hissə, neçə perioddan ibarətdir? Basketbol deməli 2 perioddan 4 hissədən. Yox, 4 elə bil 2 hissə 4 period 2 hissə, 4 period. basketbol. Aha. Voleybolda hissələr arası fasilə. Voleybolda hissələr arası fasilə 10 dəqiqə. Voleybolda. Voleybolda hissələr arası 2 dəqiqə, 2 dəqiqə olmalı idi. Yox. 15 dəqiqədə onda elə yoxsa 15 dəqiqə. Unutmuşsunuz ki. Mehriban müəllimə. Mehriban müəllimə. Deymədim mən. Xeyr, heç kim yerdən danışmasın. Mehriban müəllimə burada da səsiniz bağlıdır, Mehriban müəllimə. Bəli, görürəm. Elə biləm ki, danışıram, amma görürəm ki, səs getmir. Ona baxıram ki, mənim səsim nüş getmir. Bəli, səsiniz bağlı idi. Hə, oldu. Bəli. Deməli, hissələr arası vaxt 3 dəqiqədir. 3 dəqiqə. Günel müəllimə 3 dəqiqə. Yaddan çıxıb artıq. Günel müəllimə, voleybolda oyunçular necə yerləşir? Oyunçu yer dəyişməsi necə olur? Oyunçular deməli sad əqrəbi istiqamətində yerləşir. Yer dəyişmə isə sad əqrəbinin əksi istiqamətində olur. Bəlkə qarışdırdıq. Yəni yaxşı. Onda deməli yerləşmə sad əqrəbinin əksidir, yer dəyişmə sad əqrəbi istiqamətindədir də onda. Aha, onda elə. Bəli. Üçüncü basketbolda Azərbaycanın ən uğurlu cəhdi. 4-cü İslam Həmrəliyi oyunlarında olmuşdur. Yaxşı. Basketbolda qeyri-idman faalına görə oyunçu neçə qeyri-idman faalı etdikdə oyundan kənarlaşır və hər qeyri-idman faalına görə neçə zərbə atışı atılır? 2 qeyri-idman faal varsa oyundan kənarlaşır. Bəs zərbə atışı? Cərimə atışı da bir dəfə olur da, bir dənə. Yox. Günel müəllimə, dərs unutmuşuq. Bütün mövzuları unutmuşuq. Nə oxumuşsunuz, hamısı yaddan çıxıb. Əslində təkrarlamışam, prosta belə hamısı bir yerdə olan qarışdırıram nəsə. Bəs hamısı bir yerdə olanda qarışdırmaq lazım deyil ki, onsuz da MİQ-ə get. Bilmirəm, indi sertifikasiyada MİQ-də iştirak edəcəksiniz. İnşallah yəqin ki, gələn illərim sertifikasiyada iştirak edərsiniz. Ya da bu il MİQ-ə gedəcəksiniz, onu bilmirəm. Yəni, o qarışıq suallar düşür. Qarışıq suallarda artıq çaşmaq olmaz. Bilməlisiniz, hansıdır. Düzdür, hə. Mehriban müəllimə. Bu il mən Buyurun. gedəcəm MİQ-də. Dəfədir. MİQ-ə gedəcəksiniz. İlk iliniz. Bəli. Uğurlar. İnşallah müəllim adını qazanarsınız və digər müəllimlərimiz də müəllim namizəddir. Müəllim adını qazanar. Ona görə çoxlu çalışmaq lazımdır. Bəli. Mehriban müəllimə. Bəli. Basketbolda qeyri-idman faalı. Oyunçu neçə qeyri-idman faalı dersə oyundan kənarlaşır və qeyri-idman faalına görə neçə zərbə atışı atılar? Demək, əgər qeyri-idman faal olarsa, əgər 5 80-dan içərisində, yəni 5 80-dan atılarsa, onda bir cərimə atışı atacaq. Amma 6.75-in 6.75-də olsa əgər, yəni xəttin arxasında olsa, oradan 2 cərimə atışı və 3 yox deyəm. Mehriban müəllimə, qarışdırırıq. Ümumiyyətlə hər şey qarışdırdınız. Aləmi vurdunuz bir-birinə. O düz oldu, neysə. Neysə qarışdırdım mən. Qarışdırdınız. Bəybala müəllim.
Bəli müəllim, buyurun. Eee, Mən sual təkrarlayım. Basketbolda qeyri-idman faalı. Oyunçu necə qeyri-idman faalı edərsə oyundan kənarlaşar. Hər qeyri-idman faalına görə Qeyri-idman neçə faul zərbəti olsa, müəllim. 2 qeyri-idman faul olsa, yəni oyundan kənarlaşır, 2 dənə cərimə atışı verilir. Bəli. Bəs cərimə atışından sonra top kimdə qalır, Bəybal müəllim? Nə dedim sizə? Qeyri-idman faul edən, yəni ki, cərimə atışını başlayan komandadır. Aha, cərimə atışını atan komanda. Təşəkkürlər Bəybal müəllim. Günel müəllimə. Handbolda neçə hissədən ibarətdir? Günel müəllimə. Səsiniz bağlıdır. Bəli. Handbol neçə hissədən ibarətdir? Handbol 2 hissədən ibarətdir, 30 dəqiqə olmaqla. Hər hissə 30 dəqiqə olmaqda. Hissələr arası fasilə Hissələr arası fasilə 5 dəqiqə. hissələr arası fasilə Hissələr arası fasilə. Yoxsa 15 idi mi? Yadımdan çıxdı. nə bilim valla. Mehriban müəllimə. Hissələr arası 10 dəqiqə, amma beynəlxalq yarışlarda 15 dəqiqə. Ha, gözəl. Günel müəllimə təşəkkürlər. Siz səs bağlayın. Mehriban müəllimə siz səs açın, açıq qoyun elə. Aha, Mehriban müəllim. bəli. Handbolda qalibə məğluba verilən xal. Qalibə verilən xal 2, məğlub 0, heç-heçə 1 xal. Heç-heçə bir xal. Oyun bərabər qalıb. Oyun ümumiyyətlə başlanğıcı necə başlanılır? Püşkatma ilə başlayır mərkəzdə. Hakim mərkəzdə və püşkatma ilə Püşçü qazanan idmançı, püşçü qazanan komanda oyuna başlayır. Meydançanı seçir. Meydança seçimi var orada. ya meydançanı meydança- seçir, ya hücumu seçir. Bəli. Hücum edərkən rəqib komanda nə qədər məsafə saxlamalıdır mərkəzdən başlayan zaman? Başlayan zaman ümumiyyətlə hər 3 metrədir deyəsən aralarında məsafə. Yəni 1 metr aralıda hamısı dayanmalıdırlar. Yox, qarışdırırıq. düz olmadı, düz demədim. Birinci düz dediniz, sonra vurdunuz aləm bir-birinə. 3 deməli 3 metrə aralıda dayanmalıdır onu. Aha, 3 metrə metrə məsafə dayanmalıdır. saxlamaq. Bunu necə izah edeyim? Birinci ilk olaraq mərkəz dairənin radiusu nə qədərdir, diametri nə qədərdir? 4 deməli 4-dür radiusu, 2 amma diametrdir. Gedirən səhv dəyişdirdiniz. Yəni də demək 2 radiusdur, 4 metrə Diametr. diametrdir. Mərkəz dairə çəkilərsə, mərkəz dairə olarsa, bu zaman rəqib 2 metrə məsafə saxlayar. Radius 2 metr olduğuna görə. Amma mərkəz dairə olmazsa, rəqib 3 metrə məsafə saxlayar. Yadınızda saxlayın. Yaxşı. Handbolda ilk dəfə nə zaman olimpiya oyunlarına daxil edilib? Deməli 1936-cı ildə 11-11 komanda olan vaxtı 36-cı ildə daxil olub. Sonra isə 72-ci ildə kişilər, 76-cı ildə qadınlar Olimpiyanın 7-7 ilə, yəni oyunçularla bərabər onlar həmin vaxtda iştirak etdilər. SSR-in tərkibində hansı idmançılarımız qızıl medal qazanıb? Rəfiqə Şabanova, Lyudmila Şubina. Ha, Lyudmila Onlar Şubina. 76-cı ildə Olimpiya oyunlarında iştirak ediblər və qalıblar. Qalib olub. Ha. Voleybol nə zaman olimpiya oyunlarına daxil edilib? Deməli 64-cü ildə. 64-cü ildə. Bəs basketbol nə zaman daxil edilib? 36-cı ildə kişilər, 76-cı ildə qadınlar. Daxil edilməyə. Daxil edilməyi 35-ci ildə daxil olub, 36-da amma iştirak ediblər. İştirak edib, 76-da da qadınlar. Yaxşı, basketbol hissələr arası fasilə. Deməli, periodlar arasında 2 dəqiqə, amma hissələr arasında 15 dəqiqə. Bütün periodlar arası fasilə 2 dəqiqədir. Xeyr, 1 ilə 2-nin arası 2 dəqiqə, 3 ilə 4-ün arası 2 dəqiqə, 2 ilə 3 arasında isə 15 dəqiqə. Ha, təşəkkürlər Mehriban müəllimə. Minnətdaram. Bəybala müəllim. Bəli müəllim, buyurun. 3x basketbolda neçə hissədən oynanılır, neçə dəqiqə və neçə xal?
Bir 10 dəqiqə oynanılır müəllim. 21-6-ya çatan komanda qalib hesab olunur. Neçə hissədən ibarətdir? Bir hissədə müəllim, bir dənə hissə 10 dəqiqə. Handbolda maksimum neçə püşk atma atıla bilər? Maksimum müəllim püşk atma birinci hissənin əvvəlində, əlavə hissənin əvvəlində, əlavə hissə 2-5 dəqiqə. Bir də penaltılar zamanı. Neçə oldu? Maksimum neçə? 4 olmalı. 4 yoxsa 3 olmalı müəllim. Oyunun əvvəlində Mhm. 4 dənə müəllim. 4 Əlavəli hissə 4 Aha, müəllim. 4 dənə. Penaltı zamanı neçə püşk atma atılır? Penaltı zamanı bir püşk atılır müəllim. Bir püşk atma. Yenə Bir Bəli. püşk atma penaltı zamanı bir püşk atma atılır qapı seçilmək üçün. Doğru fikirdir yoxsa yanlış? qapını hakim seçir müəllim. O penaltı zərbəsini atmaq üçün püşk atılır. İlk zərbəni Hansı komanda? hansı komanda atacağına üçün püşk atılır. Yaxşı. Komanda heyəti handbolda. 7 əsas, 7 ehtiyat, beynəlxalq yarışda 9 ehtiyat ola bilər müəllim. Meydana çıxan zaman mütləq 7 ilə çıxmalıdır. Minimum 5 oyunçuyla çıxmaq olar. Minimum 5 dən də çıxa bilər. Yaxşı. Bəs voleybol idman oyununda neçə komanda heyəti? 6 əsas, 6 ehtiyat. 6 əsas. Beynəlxalq yarışda 8 ola bilər müəllim. Meydana mütləqdir 6 nəfər çıxsın. Bəli, bəli. 6-dan az olarsa komandaya məğlubiyyət verilir. Texniki Mütləq məğlubiyyət. 6. Yaxşı. Servis başlanılan zaman neçə saniyə vaxt? 8 saniyədən başlamalıdır müəllim. 8 saniyə. Handbolda ən uğurlu cəhdimiz. 4-cü slalom oyunlarında qalib gəlmişik müəllim 2017-ci ildə. Hansı? 2021-dən 2-ciyə etmişik. 2017-də Qadınlarla ibarət. qadınlar yoxsa kişilər 2017-də? Qadınlarla ibarət handbol komandası 1-ci yer tutub 2017-ci ildə. Handbolda Dördüncü- topa yumruqla vurmaq olar. Yox müəllim, əlin içində çilənməlidir. Yox, gəldi indi atdılar mənə yumruqla vurdum. Olar olmaz. Qayda pozuntusu sayılarda müəllim yəqin ki. Yumruqla vura bilər. Basketbolda Vura bilər. vura bilməz, basketbolda olmaz. Hə, Amma qapısı vura bilər görmüşəm mənim düzdür. Qapısı gəlir vurur, top gəlirsə əlindən vura bilər, yumruqla qaytıra bilər. bəli, basketbolda Bəli. yumruqla vura bilməz, amma handbolda vura bilər. Yaxşı, Bəybənə müəllim. Topu oyunçu handbolda topu çiləyərək aparır. Top meydandadır, amma oyunçunun ayağı çölə çıxdı. Oyun necə davam edəcək? Necə sözü? Yan xəttdən çıxdı bu ailə müəllim. Aha, ayağı çıxdı, amma top meydandadır. Oyunçunun ayağı çıxdı. Meydanını sənar sayılarda müəllim. Aha, Yan meydandan xəttdən başlanır. çıxar. Top tavana dəyərsə, hardan başlanır? Yan xəttdən başlanır müəllim. Yəni Mhm. topu Top tavana sonra handbolda top hakimə dəyərsə, oyun necə davam edər? top hakimə dəyərsə müəllim. Necə deyimsə. Yenə yan xəttdən başlanmalı yəqin ki. Yoxsa qaldığı yerdən, yəni hakim göstərdiyi yerdən. Deməli. Rəşad müəllim, xeyr, bir dəqiqə. Elmira müəllimə. Mərkəzdən başlayar da müəllim, top hakimə dəydikdən sonra. Niyə mərkəzdən başlasın ki? Siz lap Yan xətt pis cavab verdiniz. müəllim müəllimə, hakim hara dəysə ona yaxın olan yan hissədən başlanır. Yoxsa Elmira müəllimə. müəllim Nə? sərbəst atış deyirlər. Xeyr, Belə bir şey xeyr. Kim bilir? Rəşad müəllim deyin. Deməli mən. Deyim. Deyin. Deməli mən. Deyin. Oyun davam edilməm olduğu kimi. Oyun olduğu kimi davam edir. Yəni birdən hakimə dəyib çıxarsa yanından zaten orada nə tər o zaman? Yəni yan xəttdən başlanılır. O hakimə oyunçu dəyib çıxarsa, sonuncu oyunçu kim atıbsa, məsələn A komandası atıb, hakimə dəydi çıxdı. B komandası başlayacaq oyuna. Yandan B komandası. Yəni orada məsəl üçün futbolda, futzalda mübahisəli top olar. Amma Düzdür, handbolda basketbol belə deməli. basketbolda da elədir. Amma handbolda isə oyun olduğu kimi davam edir. Davam edir. Mənim ona bir də söz soruşdum. Buyurun Rəşad müəllim. Gün təzə dərs keçiləcək yoxsa?
Bu gün təzə dərsə keçirilməyəcək, amma sabahları mütləq qaydada futbolun idman oyununun izahı atılacaq. Oldu müəllim. Oldu. Rəşad müəllim. Çünki öyrəndiklərimizi hələ bir soruşum görüm kim nə bilir, kim nə bilmir. Məsəl üçün müəllimlərimiz var, zəif hazırlaşan müəllimlərimiz var. Bu günlərim dərsdə Bəli. çox iştirak etməyən müəllimlərimiz var. Deyə bilməm. Tam doğru müəllim. Tam doğru. Keçək. Kim Bəybala müəllim? Buyurun Bəli, Elmira müəllim, müəllim. Müəllim, zəhmət olmazsa o qaydanı bir dənə başa salardınızsa, nə son mənə Mübahisəli qaranlıq top. gəldi. Hə, top hakimə Yox, dəyərsə, hakimə dəyib, bəli. top Bunu məsəl daha çox məntiq. aha, top A komandası atdı, hakimə dəydi, keçdi Bəli. B komandasına. Digər oyunlarda mübahisəli top olardı. Amma burada A komandası atdı, dəydi hakimə, keçdi B komandasına. Heç nə, oyun elə B komandası da davam edəcək. A komandası atdı, dəydi hakimə, A öz komanda yoldaşına düşdü, oyun davam edəcək. Elə olduğu kimi necə Yəni mən B komandası harda olmasından fərqi yoxdursa, orada davam edəcək. ha, oyun məsəl üçün daha yandan oyuna başlayım. Məsəl üçün oyun gedir, oyunun mərkəzindəyəm. Topu atdım, Bəybala müəllim hakim. Dəydi hakimə, keçdi rəqibə, istər öz komanda yoldaşım. Elə oyunu saxlama söhbəti olmayacaq. Elə oyun olduğu kimi davam edəcək. Komanda hücumunu yerinə yetirəcək və yaxud da o bir digər komanda müdafiəsini yerinə yetirəcək. Olduğu kimi. Siz sağ Mən elə olun. bildim ki, öbür rəqibə keçəndən sonra mərkəzdən başlayır, amma Mərkəzdən olduğu nə zaman yerdən başlanır başlayır. Elmira müəllimə? Hə, mən qaçışdırmışam mən ola bilsin ki. İndi yaxşı da ümumiyyətlə mərkəzdən nə zaman başlanılır top? E, Sual verirəm. birinci hissənin əvvəlində. Elə yalnız birinci hissənin əvvəli. Yox, birinci hissənin əvvəlində, əlavə vaxtlarda, ikinci hissənin əvvəlində. Sonra Sonra ikinci əlavə vaxtlarda birinci hissənin əvvəlində, ikinci hissənin əvvəlində, sonra sıralama olanda, yəni birinci hissə qurtarandan sonra ikinci hissəyə bunu keçəndə. bildik. Hissələrin əvvəli. Bir sözlə hissələrin əvvəli. Yaxşı, sonra Bir də mən bunlar bilən bəlkə də var, yadımdan çıxır ola bilsin ki. Yəni birini deyim. deyin Əlavə Bəybala. Qol vurulan komanda gəlir mərkəzdən başlayır. Qol Qol hansı vur- komanda vurulur? Bəli. Altından. Qolu hansı Yəni, komanda o- buraxıbsa, həmin komanda gəlir mərkəzdən başlayır. Bəybala müəllim, üzr istəyirəm. Bəybala müəllim, mərkəzdən başlanılan zaman top hardan rəqib komandalar harda yerləşməlidir? öz yerlərində müəllim. Öz Rəqib komanda meydanlarında. öz Yaxşı, öz bəs meydanında. Bəybala müəllim. Qol buraxdınız siz. Qol buraxdınız siz. Gəlib mərkəzdən başlayırsınız. Bu zaman oyunçular harda yerləşməlidir? Mərkəzdən başlayan rəqib topdan 3 metr aralıda başlamalıdır mən. Rəqib topdan 3. Məsəl üçün siz bir rəqib oynayırıq, rəqib. Mən getdim, sizin qapıya qol vurdum. Siz gəldiniz mərkəzdən başladınız. Məni mütləq gözləməlisinizmi mən öz meydanıma keçim? Yox müəllim, onda hər öz yerində başlamalıdır. Hər kəs öz meydanına keçməlidir. Deyirsiz? Başa düşmədim o sualı müəllim. Məsəl üçün Necə? oynayırıq. Mən gəldim, mən 3 dənə komanda yoldaşım gəldi. Topu vurdum sizin qapıya, qol oldu. Və siz gedib mərkəzdən Bəli. başlayırsınız. Mərkəzdən başlayan zaman bizi gözləyəcəkmi? Sizmi keçək öz meydanımıza, üzr istəyirəm. Yox, amma öz meydançalarında darsa onu başlama bilərsən müəllim. Yəni mən sizin meydançanızda da olsam siz başlaya bilərsiniz. Elə deyirsiniz? Başlaya bilərəm. Yox müəllim, Hə, hər kəs Hər öz kəs meydanda öz- olmalıdır deyirsiniz. olmalıdır. Hər kəs Elə deyil. Yox. Yox. Mən deyim onu. Gözlənilmir axı deyəsən o keçməz. Yerinizdən danışmayaq. Kim idisə bilməm deyən Lamiyə müəllim idi, hə. Gözlənilmir. Bəybala müəllim. Məsəl üçün, yerinizdən Lamiyə müəllim danışmayın. Məsəl üçün mən topu vurdum sizin qapıya. Siz siz gəldiniz mərkəzdən başlayırsınız. Daha gözləmirsiniz ki, mən gəlim öz meydanıma keçim. Elə başlayırsınız. Amma siz mütləq öz meydanınızda olmalısınız. Bəlkə mənim qol oldu, oyunçular hamısı arxada qaldı. Yəni o rəqib meydançası. Olsun. Daha gözləmirsiniz. Haqsızlıq olar axı məndə.
Qayda budur da, neyniyim? Bildim Qayda müəllim, budur. siz desin. Mən neyniyə bilərəm? Haqsızlıq, Qəribə, haqlı. qəribə qaydalar var, bu mənim oldu. Aha, bəli. Həm də ki, eləyib mən mərkəzə gələnə qədər digər oyunçular da qaçıb keçəcək də. Bu futbol deyil ki, mən 45 metrə Bizim balaca qaçacağam. meydana. Balaca 20 metr, 40 metrə uzunluğudur, 20 metr rəqibin sahəsidir. Rəqibdən 20 metr nədir ki, 5 saniyə qaçıb keçəcəksən. Bildim müəllim. Hı. Yəni sürətli oyunçu ola bilər, tez yerə qol vura bilər də müəllim. Bəli, bəli. İndi amma yenə də handbolda qayda bu cürdür. Buyurun, Cahan müəllimə. Müəllim, sizin test bankınız var. Onları rayonlardan əldə etmək olur, yoxsa tək Bakı şəhərindən? Test bankı o Cünnar müəllimənin test bankı. Müəllim, sizin var, sizin yoxdur. Mənim özüm şəxsi öz kitab test bankım yoxdur. Mənim qrupumda paylaşılan test bankı Cünnar müəllimə paylaşıb. Qəşəngdir testdir. Yəni o da postlara da göndərilə bilər. Sonra test bankları özüm şəxsi çıxartdırmamışam hələ ki. İnşallah Bildim müəllim, gələcək zamanı. yəni yaxşıdır da MİQ üçün əlverişlidir. Bəli, MİQ üçün əlverişlidir. O test bankı 1800 dənə qapalı testi, 360 dənə də açıq testi. Yəni onların özlərinin cavabı var kitabda. Bəli, bəli, hamısı. Bildim, çox sağ ol. Buyurun, sağ olun. Aha. Bəybəli müəllim, təşəkkürlər. Keçək Elmira müəllimə. Bəli, müəllim. Oyun gedişatı, söhbət voleybol oyunundan gedir. Oyun gedişatı zamanı oyun başlanılıb oynanılır. Libero hücum zonasına keçə bilər. Keçib oyunu topu qəbul Libero edə bilər. hücum zonasında bəli topu qəbul edə bilər. Bəli, topu qəbul edə bilər. Hücum edə bilməz, amma bu vaxt ata bilməz. Yaxşı, bəs libero istər ön zonada, istər arxa zonada. Top tor səviyyəsindən hündürdürsə, hücum zərbəsi vura bilər. Xeyr, ön zonada olarsa, top tordan hündürdədirsə, libero hücum zərbəsi vura bilməz. Amma arxa zonada top tordan aşağıdadırsa, libero hücum zərbəsi vura bilər. Bəs arxada libero arxadadır və top tor səviyyəsindən hündürdür, vura bilər? Xeyr, vura bilməz. Vura bilməz. Yaxşı. 5-ci zonanın oyunçu dəyişikliyi zamanı neçənci zonaya keçir? 5-ci zonanın oyuncusu 4-cü zonaya keçir. 4-cü zonanın oyuncusu da 3-cü zonaya. Belə davam edir. 3-2, 2-də 1-ə. Aha, servisi yerinə yetirən oyuncu neçənci zonanın oyuncusudur? Servisi yerinə yetirən oyuncu 1-ci zonanın oyuncusudur. Basketbolda komandanın fəal. Buyurun, Anar müəllim. Mən bu fikrimdən tutmamış o söz soruşuram. Bu deməli libero var. Biz o günləri dərs keçəndə libero kapitan ola bilər, bilməz. Onu Ola bilər. fikrimdən çıxıb. Bir kitabda oxuyuram, ola bilər. Birində yazır, ola bilməz. Ola bilər. Sonra başqa yerlərdə baxıram, deyirlər, ola bilməz. Nə bilim belə. Anar müəllim, ola bilər. Baxmışam. Libero kapitan ola Bilər. bilər. Yox, Libero bəli, kapitan ola ola bilər. bilər. Hə, oldu mənim, sağ ol. Lamiyə müəllim, buyurun. Mənim köhnə qayda ilə deyirdi ola bilməz, indi deyir ola bilər. Ona Ola görə bilər. qarışdırır. Aha, ola bilər. Köynə lazım deyil. Hal-hazırda ola bilər. Elmira müəllimə. Basketbolda komandanın faul limiti, oyunçunun faul limiti. Basketbolda komandanın faul limiti 5, oyunçunun da 4. Peki, səhv. Yox, mən də dedim. Oyunçunun 5, komandanın 4. Oyunçunun 5, komandanın 4. Komandanın 4. Bəs 3-3 basketbolda komanda, oyunçu. 6 komandanınki 6-dan, bu oyunçununki yoxdur. Voleybolda komandanın və oyunçunun. Voleybolda komandanın və oyunçunun faul limitləri yoxdur. Bəs handbolda komandanın limiti. Handbolda komandanın faul limiti yoxdur, ancaq budur ki, oyuncu bir dəfə şifahi xəbərdarlıq alarsa, sarı kartla cəzalandırır. 3 dəqiqəlik cəza alarsa, 3 dəfə xəbərdarlıq alarsa 2 dəqiqəlik cəza verilir. Və komanda 2 dəqiqə 3 dəfə belə deyim də mənim. Bir dəqiqə, mən sual verim, siz deyin.
Oyunçu neçə dəfə xəbərdarlıq ala bilər? Bir dəfə şifahi Bir xəbərdarlıq dəfə. ala bilər. Neçə dəfə Bəli. oyun cəzası, zaman cəzası aldıqdan sonra qırmızı vərəqə verilə bilər? Neçə dəfə? 3 dəfə. Aha, üçüncüdə qırmızı dəfə. vərəqə verilir. Aha, Bəli, xaric edilir. xaric edilir. Komanda Yaxşı. 2 dəqiqəlik azlıqda oynadıqdan sonra ehtiyat heyət qayıda bilər onun yerinə. Komanda limiti nə qədərdir? Komandanın limiti handbolda 4-də. Yox, handbolda 4 deyil. Neçədir? Onu qatışdırdım. Neçədir bəs? Yox, onu qatışdırdım onu. Gülmürəm, müəllimə yoxdur. Nəvəm müəllimə yoxdur. Rübai müəllim. Bəli, buyurun. Handbolda komandanın limiti Handbolda komandanın limiti 3. 3. Komanda limiti dolduqda nə olur? Handbolda Komandanın limiti doldu. Deyil basın. Rübai müəllim. Komandanın limiti handbolda dolduqda oyuncu xaric edilir. Necə xaric edilir? Qırmızı vərəqi ilə yoxsa? Müəllim səsini əsələ verin. Qırmızı vərəqə ilə. Xeyr, Rübai müəllim, siz səsi bağlayın zəhmət Mənim olmasa. yadıma düşdü, özüm Səsini deyə zor bilərəm. verin. Aha, buyurun. Mən elə bir ki, yadıma düşdü, komanda 3 dəfə limit alır. 3 dəfə limit aldıqdan sonra 4-cü dəfə qayda pozuntusu olsa 2 dəqiqəlik cəza verilir. Nəyə, necə? Komandanın oyunçularından hər hansı biri, Hansı oyunçu komanda oyuncudan biri, bəli. oyunçudan biri yox, mən qaydanı pozmuşam, gedib Bəybala müəllimə cəzası almayacaq, zaman cəzası. 4-cünü mən etmişəmsə, artıq məsəl üçün mən demişik ki, oyunçunun bir xəbərdarlığı olur, şifahi xəbərdarlıq. Bəli. İkincidə artıq zaman cəzasına gedir. Tutaq ki, komandamın 3 limiti dolub, heç mən şifahi xəbərdarlıq almamışam. 4-cünü artıq mən etdim, daha mənə xəbərdarlıq etməyəcəklər. Limit dolduğuna görə avtomatik mənə deyəcəklər, getsən 2 dəqiqəlik zaman cəzasına. 2 dəqiqəlik cəza. Bəli. Mən faul edim, Bəybala müəllim kənarlaşdırsınlar, elə bir şey yoxdur. Bəli. Elmira müəllimə, yaxşı. Komandanın faul limiti 7-dirsə, qeyri-idman faulı. Neçə zərmə atışı, neçə oyunçu neçə cəza aldıqda oyundan kənarlaşar? Basketboldan söhbət 3x gedir. Mən basketbolda. 7-ci. 3x basketbol. Mən 7, 8, 9-cu qayda pozuntularından komanda əleyhinə 2 sərbəst atış verilir. 10-11-də isə oyunçu əleyhinə 2 sərbəst atış verilir və top rəqibə verilir. Birinci dediniz komanda, sonra ikinci dediniz oyunçu. Bəli, mən 7, 8, 9-cu qayda pozuntularda komanda əleyhinə 2 sərbəst atış verilir. Ancaq 10-11-ci qayda pozuntularında oyunçu əleyhinə 2 sərbəst atış və topa yiyələnmə haqqı da oyunçuya verilir. Komandanın əleyhinə nədir, oyunçunun əleyhinə nədir? Onun fərqini deyin. Yəni mən komandaya 2 sərbəst atış verilir 7, 8, 9-cu qayda pozuntularında. Yəni, məsələn, Amma- A komandasının oyunçusu, yəni A komandasının faul limiti dolub 7, 8, 9 edir. Rəqib gəlib 2 zərbə atış atacaq. Yenə A komandası 10, 11 edib, məsəl üçün 10, 11 edib. Yenə B komandası gəlib 2 2 zərbə sərbəst atacaq. atış və topa Ha, yiyələnmə topa haqqı da yiyələnmə. həmin komandaya veriləcək. Aha. Orada artıq daha deməyək komandanın əleyhinə, o artıq ondan sonra oyunçunun əleyhinə. Onsuz ikisi də eyni bir şeydir. Komanda gəlib səbəti cərimə atacaq. Yaxşı. Qeyri-idman faulı 3 basketbolda. 6 limitdir. Qeyri-idman faulunda 6 limitdir komanda. Oyunçularda isə yoxdur. Qeyri-idman faulu nə? Qarışdırırıq, nə yoxdur, nə var? Bildik komandanın faul limitini qoyaq kənara. Qeyri-idman faulu. Bəli. Qeyri-idman faulunda qeyri-idman faulunda 3x basketbolda Oyunçu neçə qeyri-idman faul edərsə oyundan kənarlaşar və neçə zərbə atışı atılar. oyunçu 2 qeyri-idman faul edərsə oyundan kənarlaşdırılır və 2 cərimə atışı verilir.
2 zərmə atışı verilir. Və birinci qeyri-idman faalında top kimdə qalır? Birinci qeyri-idman falında cərimə atışını hansı edirsə onda qalır. Yəni yox. İkincini edəndə cərimə atışını atanda qalır. Birincidə komanda özündə qalır. Hə, Cəriməni birinci komanda faalı kim özündə. pozubsa, o komandada qalır. O komanda qalır. Təşəkkürlər Elmira müəllimə. Siz sağ olun. Rübai müəllim. Bir sual verə bilərəm. Bir də Rübai müəllim, siz Bəli, müəllim. zəhmət olmasa səs bağlayın. Sizin Elcan telefon müəllim, bir sual verə bilərəm mən. 2 dəqiqə Mehriban müəllim dinlədim. Sadəcə Rübai müəllim səs açan kimi telefon əks-səda verir. Mən öz səsimi də, digər sizin səsinizə. Ona görə Rübai müəllim siz çıxın, yenidən qoşulun. Görək o düzələcəkmi? Buyurun Mehriban müəllimə. Deməli, orada sualda həndbol oyunundan danışıram. Həndbol oyunu neçə hakim idarə edir? 19-cu sualda vardı. Və 20-ci sualda həndbol oyunda neçə hakimlər briqadası vardı? Onu bilirəm ki, 4 dənə hakim idarə edir oyunu. Xeyr, Burada baxın, indi belə bir şey hakimlər deyim. briqadası Bildim, başa var. düşdüm. Bəli. Hakimlər briqadası dedikdə ümumi hakimlər götürülür. 4 dənə hakimimiz var. Bunların ikisinin meydan hakimidir, yəni oyunu idarə edən. İkisi isə masa hakimidir. Deyədikdə ki, o oyunu neçə hakim idarə edir? Bu 2-dir. Çünki oyunu idarə edənlər 2 nəfərdir. İkisi isə masada əyləşir. Oyunu idarə etmir. Masada nə faala baxır, taymata baxır, bunlara nəzarət edir. Oyunu idarə edən 2-dir. Amma ümumi hakimlər briqadası isə 4-dür. Başa düşdünüz Mehriban müəllim? Bəli, çox sağ olun, çox sağ olun. Bəli, aydın oldu. Siz sağ olun. Rübai müəllim, açın səs görək düzəldimi? Bəli, buyurun müəllim. Aha, düzəldi. Rübai müəllim, handbolda oyun bərabər qalarsa oyun necə davam edər? Həndbolda oyun bərabər Qalib- qalarsa, Aha, qalib mütləq müəyyən olunarsa. mütləq müəyyən olması lazım gələrsə, o zaman 2 dənə 5 dəqiqəlik oyun olacaqdır. O da 5 dəqiqədən sonra. Fasilədən sonra 5 dəqiqəlik. Əsas hissənin 5 dəqiqə keçdikdən Əsas sonra Əsas hissədən 5 dəqiqə fasilə verilir, sonra 2 dənə 5 dəqiqəlik. bəs o 2x5-in arasındakı fasilə nə qədərdir? 1 dəqiqə. 1 dəqiqə, gözəl. Time-out'un vaxtı. Time-out'un vaxtı birinci hissədə 1 dənə, ikinci hissədə 1 dənə də ortada olur. Onu istəsə birinci hissədə, istəsə ikinci hissədə götürə bilər. 3 dənə time-out. Birinci hissədə götürmədiyimiz time-out ikinci hissəyə keçə bilərmi? Xeyr, keçmir. Oyunda neçə kartımız var? Yəni oyunda neçə kart var? Oyunda 4 kart olur. Hansılardır? Sarı, qırmızı, mavi, qara. Yaşıl. Yaşıl, qara yoxdur. Sarı nədir? Yaşıl. Sarı xəbərdarlıq. Bəs qırmızı nədir? Qırmızı xaric etmə. Bəs yaşıl nədir? Yaşıl time-out'u verirlər məşqçiyə. Time-out'un lazım olanda hakimlərin stoluna qoyur. Aha. Üç Bəs dənə. yaşıl dedik. Mavi nədir? Mavi ya bir neçə oyun yarışdan kənarlaşır oyunçu, ya da ki təmiz yarışdan uzaqlaşır. Yaşıl kartda başqa nə istəyir? Yaşıl kartın nə özəlliyi var? Yaşıl kartın time-out'la bağlı olan kart. Yox, üzr istəyirəm. Yaşıl kart yox, mavi kart. Yaşıl kart Mavi time-out. kart. Mavi kart handbolda bir neçə oyun uzaqlaşmaqda. Yəni O doğrudur. Bir də kənar. aha, Cahan müəllimə. Təmiz yarışdan uzaqlaşdıra bilərlər. Mənim yox, protokol bütün yarış tərtib boyu. olunur sonda. Yarış çempionat başa çatana kimi çempionat. Həmin oyunçu oynamayacaq həmin yarışda. O sözsüz qırmızıda da heç oynaya bilməz. Qırmızı ilə çıxan oyunçu da qayıda bilməz. Qırmızı Cahan bir müəllim- oyun oynaya Mənim bilməz. Bir protokol oyun. tərtib olunur sonda. Cahan Düzdürmü? müəllim. Qırmızı bir oyun. Qırmızı Aha. bir oyun oynaya bilməz. Mavini düz dediniz. Oralar doğru deyirsiniz. Demirəm onları yanlış deyirsiniz. Onlar tamamilə doğru. Amma Cahan müəllim əlavə dedi. Protokol, yəni hesabat aparılır. Yaşıl kartda hesabat aparılır.
yaşıl kartda hesabat aparılır. Özür Onu istəyirəm. Yaşıl kart yox. Mavi Mavi kartda. kart. Yaşıl kart mavi kartda sayılmaz. hesabat aparılır. Mavi kartda Hə. hesabat aparılır. Həmin oyunçu barədə hesabat aparılır. Ki bu nə qədər oyun oynamayacaq. Bəli, bəli, tamamilə doğrudur. Başa düşdüm. Bəli, bəli, başa düşdüm. Buyurun, əlavə sual buyurun. Rübai müəllim, yaxşı. Voleybolda kartlar. Voleybolda Hı. kartlar onda 2 dənə idi deyəsən, yadımdan çıxır. Bilmirəm. Cavab verin Yadımdan görək. çıxır. Unuttum, mən unuttum onu. Zəkər müəllim yoxdur. Günay müəllim burada yoxdur. Rəşad müəllim burada olmalıdır. Rəşad müəllim buradaydıq. Rəşad müəllim, səsiniz bağlıdır. Rəşad müəllim, Nurlani müəllimə yoxdur, Fiyali müəllimə yoxdur. Anar müəllim. Voleybolda müəllim 2 kart olur. Aha. Deməli, sarı bir də qırmızı kart olur da. Sarı kartda xəbərdarlıqdır, qırmızı kartda deməli, belə deyək də, hər əldə bir dənəsini göstərirsə, hissədən xaric olunur. İkisini bir əldə göstərirsə, hissədən xaric olunur. Hər əldə bir dənəsini göstərirsə, ümumiyyətlə oyundan xaric olunur da. Aha. Bəs qırmızı kart nədir təkcə? Tək qırmızı kart. Qırmızı kart. Aha, tək qırmızı kart göstərdi. Qırmızı kart sarı xəbərdarlıq idi. Qırmızı yox idi axı orada. Sarı xəbərdarlıq idi. Sonra ikisini üstə qoyurdu, hissədən xaric olunurdu. Bir də onlar düz deyirsiniz. Qırmızını bilmədiniz. Pərvanə müəllim yoxdur, Cürə müəllim yoxdur, Singiz müəllim, İlham müəllim. Qırmızı. Cahan müəllimə. Bəli, müəllim. Qırmızı Oyundan kənarlaşmadır. Tanışsız Cahan müəllimə. Deyim müəllim mən. Mənim handbolda demişsiniz. Xeyr, voleybolda. Nədə deyirsiniz? Deyim müəllim mən. Voleybolda. Hə, voleybolda bildim müəllim. Bir xal bir də servis rəqibə verilir. Bir xal, bir də servis rəqibə verilir. Nə bilirəm, handbol deyirsiniz. Voleyboldan söhbət gedir. Rəşad müəllim, bir axı elə sualımı sizə verəcəkdim. Rəşad, siz səsiniz çıxmırdı. Onda qaydaq dönək sizə sual cavab edəndən sonra Anar müəllimə keçək. Üzrü sayın bir dəqiqə Anar müəllim. Rəşad müəllim. Demək, voleybolda maksimum neçə setdən oynanılır? 3-5. Neçə setin qalib hesab olunur? 3. Oyuncular, komandalar nə zaman hücum istiqamətini dəyişir? Başa düşmədim, sualını təbdə deyin zəhmət olmasa. Komandalar nə zaman hücum istiqamətini dəyişir? Meydanda Yer yerləndə. dəyişmə zamanında. Yer dəyişmə zamanı. Hücum istiqaməti. Yəni A keçir B-nin yerinə, B keçir A-nın yerinə. A keçir sola, solda olan keçir sağa. Aha. Nə zaman? Sual tuta bilmədim. Məsələn, desiniz. Oyuncular meydanda nə zaman yerlərini dəyişir? Komanda meydanda nə zaman yerini dəyişir? Qazananda, oyuncular komanda qazananda. Oyuncular öz meydanlarında demirəm. Ümumi komanda keçsin digər yerə, digər yerdə olan keçsin onun yerinə. Futbolda ki demirik, birinci hissə bitdi, ikinci hissəyə keçiddə meydanda yerlər dəyişilir. Bəli. İndi eyni söhbət voleybolda nə zaman dəyişir? Birinci setdən sonra da. Hadi deyin də səhərdən. Birinci sual tuta bilmədim. Mən sualı tuta bilmədim ona görə. Sonra başqa nə zaman? Setlər dəyişəndə, setlər qutaranda yerlərini dəyişirlər də. Bütün setlər bitəndə yerlərini dəyişir. Bəli, bəli, bəli. 4-cü setdə. 4-cü setdə dəyişir 8 xala qədər. 4-cü 5-ci setdə bax, 5-ci setdə o. 4-cü setdə baxın. Qatmışdım. Rəşad müəllim qatdınız, qarışdırdınız. Birinci setdə oynanılır. Məsəl üçün A deyin Anar müəllim. Deyin Anar müəllim, səsiniz bağlıdır. Deyin. Anar müəllim, səsiniz bağlıdır. Hə, müəllim.
Deməli orada birincidə də dəyişir, ikincidə də dəyişir, üstdə də dəyişir. Yəni bu A B-yə keçir, B A-ya keçir. 4-cüdən 5-ciyə keçəndə dəyişilmir, amma 8-ci xalda dəyişilir yenə. Yox, 4-cüyə 5-ciyə keçəndə 4-cüdən 5-ciyə keçir. Dəyişə də bilər, dəyişilməyə də. Artıq orada püşatma nəticəsində bəlli olunacaq. Komandalar yerlərini dəyişir, yoxsa yox. Məsələn, A komandası oynayır solda. 4-cü setdə demişik ki, püşatma 5-ci setə keçişdə püşatma atılır. 4-cü setin sonunda 4-cü setdə A komandası oynayıb solda. 5-ci setdə püşatma atıldı və püştü qazandı A komandası. A komandası tələb edə bilər ki, mən solda yeni oynamaq istəyirəm. Meydanda yerlərini dəyişdilər? Yox. Gedirlər bir də 8-ci xalda, amma mütləqdir ki, meydanda yerlərini dəyişsinlər. Bildim müəllim. Mən bildim 4-dən 5-cisində dəyişilmir orada. Yox, dəyişə də bilərlər, dəyişməyə də bilərlər. O da püşün nəticəsində. Oldu mən. Sağ ol. Siz sağ olun. Rəşad müəllim, başa düşdünüz? Bəli. Bəli, aydındır mənim aydın. Top kimdə olur? Bəli. Komandalar yerlərini dəyişdi. Top setlərdə top kimdə olur? Hansı komanda başlayır? Birinci A başlayırsa, ikinci B başlayır da yerlərini dəyişənlər. İkincinin B başlasa, üçüncünü? Son dəyişədə A başlayır. Yəni bir dəfə sən, bir dəfə mən, bir dəfə sən, bir dəfə mən. Aha, yaxşı. Voleybolda 24-25 hesab bitə bilər. Xeyr, xeyr. Xeyr. 26-25 bitə bilər. Həyatı bu. 26-24 bitə bilər. Bəli, bəli. 3x basketbolda texniki faul. Oyunçu neçə texniki faul edərsə oyundan kənarlaşar və hər texniki faula görə neçə zərmə atış atılar? 2. Yanlış deyirsiniz. Anar müəllim. Bir texniki faal edərsə 2 səbət atır da topu. Yanlış deyirsiniz. Anar müəllim. Məncə texniki faala cərimə atışı verilmir. Məncə. Yanlış deyirsiniz. Mən deyim. Yanlış deyirsiniz. Yox, yerdən danışmayaq. Xahiş və tələb. Yanlış deyirsiniz Anar müəllim. Texniki faala görə. Lamiyə müəllim. Lamiyə müəllimə. Bir texniki faul eləyərsə oyundan kənarlaşdırılır, bir atış verilir. Lamiyə müəllim, nə danışırsınız? Müəllim deyim. Aləmi qatdız bir-birinə. Xeyr. Görüm kim gəlir ardınca. Cahan müəllimə. Bəli, müəllim, zəhmət olmasa sualı bir də təkrar edirsə. 3 basketbolda texniki faula görə neçə zərmə atışı verilir və hər komanda neçə texniki faul etsə? Deməli, texniki atışa görə oyuncular oyundan çıxmır, bir dənə də cərimə atışı verilir. Gözəl. Doğrudur. Sonra Rəşad müəllim. Bəli, müəllim. Bəs basketbolda texniki faula görə oyuncu neçə texniki faul etdikdə oyundan kənarlaşar və neçə zərmə atışı atılar? Onunla mən yeni bir səhv saldım. Ona görə mən səhv cavab verdim. Deməli, orada nətərdir? Bir texniki olsa 2 cərimə atışı. Yanlış deyirsiniz. 2 texniki onda. Lamiyə müəllimə. 2 faul eləyərsə, oyunçu oyundan xaric edilir, bir cərimə atışı kullandırılır. Bir zərmə atışını. Bəs Lamiyə müəllimə, texniki fauldan sonra top kimdə qalır? Yəni zərmə atışından sonra top kimdə qalır? Oyun qaldığı yerdən davam eləyir. Ondan əvvəl kimdəysə atış yerinə yetirməmişdən qabaq. Həmin komandada qalır. Həmin komandada qalır. Hücum edən komandadadırsa, hücum edən üçün neçə saniyə vaxt atılır? Olduğu yerdən. 24 saniyə vaxt atılır. Baxın, yəni hücum edən komanda texniki faul edərsə, gəlir hücum edən komandanın səbətinə 2 cərimə atışı, üzr istəyirəm, 1 cərimə atışı atılır və top verilir hücum edən komandaya. Texniki faul harda olunubsa, ən yaxın yerdən yandan başlanılır. Ona ən yaxın yer olan yerdən yandan başlanılır. Və əlavə olaraq, bunu müdafiə olunan komanda edərsə, mən hücuma gedirəm, müdafiə olunan, məsəl üçün Lamiyə müəllimə, siz müdafiə olunan komandasınız, siz texniki faul edərsinizsə,
gəlirəm sizə cərimə atışı atıram və topu verirəm sizə və sizin üçün 24 saniyə vaxt açılır. 14 üzr istəyirəm, 14 saniyə vaxt açılır. O da necə? Öz meydanınızda deyilsinizsə, mənim meydanımdasınızsa 14 saniyə, öz meydanınızdasınızsa 24 saniyə vaxt açılır. Başa düşdünüz? Necə müəllim? Bir dənə tezdən təkrar edərsiniz. Məsəl üçün, mən hücuma gedirəm. Bəybala müəllim, siz müdafiə olunan komandasınız. Və siz müdafiə olunan komandasınız, siz texniki faal etdiniz. Texniki faaldan sonra gəlirəm sizin səbətə bir cərimə atışı atıram. Və cərimə atışından sonra top avtomatik olaraq verilir sizə müdafiə olunan komandaya. Və müdafiə olunan komandaya 14 saniyə vaxt açılır. Müəllim, müdafiə olunan komanda 14 saniyə, hücum edən komanda 24 saniyə. Hücum edən komanda qaldığı vaxtdan davam edir. Müdafiə olunan komanda 14 saniyə. 14 saniyə. Hı. O da mənim meydan tərəfimdədirsə, məsəl üçün, demişik axı top ən yaxın olan yerdən başlayır. Məsəl üçün, mən hücuma gedirəm. Bu 3 basketbolda deməli bu qayda. Yoxsa böyükdədir? Böyükdə. 3 basketbolda 14 saniyə qaydası yoxdur. Əlavə olaraq 3 basketbolda yandan başlanılmır ki top. Planla başlanır. Bildim müəllim. Aha. Keçək Rəşad müəllim. Bəli müəllim. Handbolda nə zaman mərkəzdən başlanılır? Mərkəzdən başlanılan zaman rəqib nə qədər məsafə saxlamalıdır? Mərkəzdən birbaşa rəqib qapısına vurulan qol qeydə alınırmı? Bunların hamısını cavab verin zəhmət olmazsa. Birbaşa qol qeydə alınır, bəli. Digərlərinə də cavab verin. Sonra rəqib başlayanda 3 metr aralı durmalıdır. Aha, nə zaman mərkəzdən başlanılır? Rəqib qapısına qol vuranda da. Başqa? Başqa bir də oyunun əvvəlində. Oyunların əvvəlində, hissələrin əvvəlində. 3 saniyə qaydasını deyin Rəşad müəllim. Bəli. 3 saniyə qaydası 7 metr qapıya vuranda. Hı. 7 metr, sonra nə idi? Yadımdan çıxdı qalanları. Cünay müəllim deyin. Üzr istəyirəm, Lamiyə müəllim deyin. Topu tutduqdan sonra 3 addım edə bilər. Bir də topu əlindəsə 3 saniyə saxlaya bilər. Bir də 7 metrə zərbə. 3 saniyə top əldə, biri qaldı. Deyin Anar müəllim. Mən bir də yan xəttəndir. Yan xəttdən 3 saniyə qaydası yoxdur. Yox, yan xəttdən yoxdur, vaxt verilmir. Vaxt verilmir, yox. Dahan müəllim. Bəli, müəllim. Deyin. Müəllim, zəhmət olmasa sual. Fikriniz dərsdə deyil, onu da. Ay müəllim, xeyli o kitabı almaq istəyirəm, müəllimlə yazışırdım. Üzr istəyirəm. Üzrü düşməniniz olsun. 3 saniyə qaydası handbolda. Handbolda deməli müəllim 3 saniyə, məsəl üçün hakim topu verdi vuran oyunçuya. 3 saniyə ərzində başlamalıdır 7 Nəyi vuran? metrlikdə. 7 metrlik sonra. Sonra topu 3 saniyə əldə saxlamaq olar. 3 saniyədən sonra atılmalıdır. Sonra. Elə bu üçləri bilirəm. Elmira müəllim deyin. Müəllim, siz nə demək istəyirəm? Sizin yan xəttdən 3 saniyə qaydası yoxdur. Axı yan xəttdən belə bir qayda var ki, topu Hakim fit tutduqdan salırsa, sonra belə bir söz deyim. Yəni üzr istəyirəm, sözünüzü kəsirəm. Ümumiyyətlə, handbolda hakim fit salırsa, hakimin fitindən sonra 3 saniyə başlanılmalıdır. Bu ümumi qaydadır. Hakim fit salırsa, hakimin fitindən sonra 3 saniyə ərzində oyun başlanılmalıdır. Bu hər yerdə elədir. Amma hakim o sözsüz.
Amma sırf bəzi nüanslar var ki, orada 3 saniyə qaydası var. Yəni Ha, bir də orada mən məsəl üçün mən yaddan başlayıram. Topu mən artıq gecişdirirəm. 5-6 saniyə gedib hələ mən topu atmıram. Artıq burada hakim fit verir ki, daha at da, daha nə qədər gözləyəcəyik. Onda 3 saniyə. Amma mərkəzdən mütləqdir ki, 3 saniyə olsun. Cərimə zərbəsi mütləqdir ki, 3 saniyə olsun. Top əldə mütləqdir ki, 3 saniyə olsun. Bunlar. Mənim bir də penaltıdır. O penaltının dediyi bəli var. Cərimə zərbəsi penaltı yəni. Cərimə zərbəsi dedikdə penaltı nəzərdə tutulur. Yəni bir də qapıçı Gəldi. əlində olmaz top əlinə. Yox, o qapıçı üçün vaxt atmır. O futzalda idi 4 saniyə qaydası. İnşallah futzal keçəndə izah verəcəm. Elmira müəllim, buyurun. Nəsə sualınız var? Bir də oyunçu topu əlində 3 saniyə saxlaya bilər desən. Səhv eləmirəmsə o. Dedik. Baxın, penaltı 3 saniyə, penaltı mərkəz, bir də penaltı mərkəz, top əldə 3 saniyə. 3 addım var. Başqa nə qalıb ki orada? Üç yox. Buyurun Elmira müəllimə. Mən heç nə də. Əllər sağın zəhmət olmazsa Rəşad, Anar müəllim, Elmira müəllimə. Rəşad müəllim, səs açın zəhmət olmazsa. Bəli. Rəşad müəllim. Yaxşı, belə bir sual verim. Basketbolda 6.75-in xaricində basket faul olarsa. 3 xal verir. Deməli, düşsə 2, düşməsə 3-ünü atırlar da. Yanlış deyirsiniz. Lamiyə müəllimə. Müəllim, zəhmət olmasa sualı bir də təkrar edərdiniz. 6.75-in xaricindən Basket faul olarsa basketbolda. 3 atış verilir. Anar müəllim. Mənim deməli səbətdən keçirsə 3 xal qazanır, keçməzsə 1 xal atış verilir. Yox, keçməzsə 3 xal atır, keçirsə 1 xal atır. Bəli, basket faul olarsa 3 xal yazılır, bir cərimə atışı verilir də. Ha, indi düz dediniz ha. Hələ bir minnət də qorxusu ki, yox, indi düz dediniz ha. Səhərdən səhv deyirdiniz axı. Yox, mən orada nəyi səhv dedim ki, xəttdən kənar dedim ki, çöldən atıbsa. Siz dediniz ki, çöldən 6.75-dən xaricdə atıbsa, 3 xal, yəni keçibsə top oradan, 3 xal qazanıb da bu. Plus da buna qarşı haqsızlıq da cərimə olunubsa 1 xal da əlavə atır. Siz onu demədiniz. Dediniz 3 xal keçməzsə 1 cərimə atışı. Siz tam demədiniz. Ola bilər mənim. Yaxşı, Rəşad müəllim. 6.75-in xaricində 3x basketbolda 6.75-in xaricində basket faul olarsa və komanda limitini doldurarsa bu zaman 2 cərimə atışı. sonra yadımdan çıxdı. Rəşad müəllim, siz belə deyirdiniz axı. Sizdə bu gün dərs bərbad. Bərbatın bərbadı. Lamiyə müəllimə. Bəli, müəllim. 3x basketbolda 6.75-in xaricində basket faul olarsa, komanda limitini doldurarsa. 2 xal verilir. Yanlış. Anar müəllim. Deməli müəllim, o deməli komanda limiti doldurubsa, deməli xəttdən kənardadırsa, haqsızlıq olubsa 2 atış verilir də orada. Bir də orada ondan yuxarı olanda top haqqı verilir də onlara. O 5-6-7-də qarışdırırsınız. Kim var burada? Sahan müəllimə. Müəllim 2 xal plus 1 cərimə. Yanlış deyirsiniz. Bəybala müəllim. Mənim basket faul olubsa 2 xal
2 dənə cərimə atışı. Top keçib səbətdən. Keçməyibsə Ha. 2 xal. 2 dənə cərimə atışı. Keçməyibsə də 2 zərmə atışı. Bəli. Ha. Bəs Bəybala müəllim, komandanın faal limiti doldurulmazsa 6.75-in xaricində basket faal olarsa. 2 xal bir cərimə atışı mənim doldurmayıbsa. Baxın müəllimlər, yadınızda saxlayın. Komandanın faal limiti doldurubsa 2 zərmə atışıdır. Keçsə də 2 xal plus 2 zərmə atışı, keçməsə də 2 xal. Bunu 2 zərmə atışı. Bunu bu cür yadınızda saxlayın ki, deyilsə ki, komandanın faal limiti dolubsa, basket faal olubsa, komandanın faal limiti dolursa xal plus 2 zərmə atışı. 6.75-in daxildirsə 1 xal plus 2 zərmə atışı, xaricdirsə 2 xal plus 2 zərmə atışı. Əgər komandanın faal limiti dolmayıbsa, 6.75-in xarici 2 xal plus 1 zərmə atışı, daxil isə 1 xal plus 1 zərmə atışı. Bunu belə yadınızda saxlayın. Rahatdır. Sonra Rəşad müəllim, bir dəfə də sual verim, amma heç xoşa gələn olmadı. Voleybolda neçə time-out var? Bir komanda ümumi neçə time-out götürə bilər? Ümumi 5. Yox. Rəşad müəllim görəcək. Lamiyə müəllimə. Voleybolda bir setdə 2 timeout. Ümumi oyun ərzində komanda bir komanda neçə? 10. 10. İndi düz dediniz. Rəşad müəllim, təşəkkürlər, zəhmət olmasa səs bağlayın. Lamiyə müəllim, siz səs açın. Bəli müəllim. Lamiyə müəllim, demək, handbolda nə zaman penaltı olar? 7 metrlik cərimə zərbəsi yerinə yetirirlər. Lamiyə müəllimə. Qayda pozuntusunda. Sonra harda qayda pozuntusu olarsa? 7 metrlik xəttin daxilində qayda pozuntusu olarsa. 7 metrlik xətt yox, 9 metrlik. 40 xətt. Rübai müəllim, buyurun, nə söz deyəcəkdiniz, yoxsa ümumi cavab deyirsiniz? Cavab vermək istəyirdim. Rübai müəllim, gözləyin zəhmət olmazsa. Lamiyə müəllim, belə bu, sonra Anar müəllim. Bəli, 7 metrlik penaltıyı orada verilir. 9 metrlik xəttin içində qayda pozuntusu olarsa, bir də oyunçu real, məsələn, tutaq ki, qol vurmaq, top atmaq istəyirsə qapıya, ona qarşı təhlükə olarsa, sonra qapıcı hücumçuya qarşı təhlükə törədərsə. Alınarsa. Bəli, həmin vəziyyətlərdə. Aşkar qol vəziyyətinin, bəli, vəziyyəti qarşısı alınarsa. Bəybal müəllim, əlavələr deyin. Müəllim, rəqib komandanın oyun gedən zaman rəsmi şəxs tərəfindən qol üçün yaranmış vəziyyətin qarşısı alınarsa, belə bir şey oldu müəllim. Sonra müəllim nə dedimsə, oyunda iştirak etməyən şəxs məsələn meydançaya daxil olarsa, oyuna müdaxilə edərsə. Bir də müəllim, orada kənardan gələn səs vardı, fitdir, nəsə, belə bir şeylər. Düz deyirsiniz, müəllim, amma yerinizdən danışmayın. Digər müəllimə keçmişəm, sizə xahiş edirəm, heç kim yerdən danışmasın. Bəybal müəllim, davam edin. Yəni ki, kənardan fit salınması olarsa müəllim, hücumun qarşısı alınarsa, bizimsə qıraqdan, məsələn, qıraq oyunçulardan ya da oyunu izləyənlərdən kimsə oyuna müdaxilə edərsə. 7 metrlik cərimə zərbəsi. Müəllim, harada oxumuşdum onu, oyunda işıqlar sönərsə dediyəm. Salon işıqları sönərsə. Aha, düz. Bunun 10 metr zərbəsi yerinə yetirilir. Aha, nə qədər, neçə metr? 7 metrlik penaltı müəllim. Aha, 7 metr. Lamiyə müəllimə. Bəli müəllim. 7 metrlik penaltını yerinə yetirən zaman 7 metr xətti tapdalamaq olar? Xeyr. Bəs topu digər oyunçular xəttdən kənarda dayan. Hansı digər oyunçular? 3 metrdən kənarda müdafiəçilər. Nə qədər dayanır?
3 metr kənarda. 3 metr kənarda. Bəs öz komanda yoldaşları? Onlar da 3 metr kənarda. Yanlış deyirsiniz. Anar müəllim. Müəllim, orada deməli qırıq-qırıq xətt var da. Qırıq-qırıq xəttdən kənarda dayanmalıdır. Deməli biri 2 metr kənarda dayanmalıdır, biri 3 metr. Məncə belədir. İndi mən nə bilmir hansı 2-dir, hansı 3-dür. Deməli hücumda olan komanda, top vuran komanda da, top vuran komanda hansı ki topu yerinə yetirir, onun komandası deməli 3 metr kənarda dayanmalıdır. Amma qapıda duran gəlin komandası 2 metr. Ya yerin səhv dedimsə ya da düz dedim o belə. Yerin səhv dediniz. Ola bilər müəllim. Onlar qarışdırdım onu. Baybalı müəllim. Müəllim, rəqib komandanın oyunçuları 3 metr arxada dayanmalıdır. Amma öz oyunçular 9 metrin arxada, qırıq xəttin arxasında. Belədir? Qırıq xəttin arxasında. Aha. Anar müəllim yerlərini səhv dəyişik demişdi sadəcə olaraq. Təşəkkürlər. Lamiyə Anar müəllim buyurun. Mən orada nəticə olaraq o sualı bir oxumuşdum, da o sualı da. Orada nəticə olaraq hamısı eyni dayanır da. 7-dən kənarda dayananda yenə 9 olur. 9-dan sonra orada penaltı 7 metr değildi. 7 metrdir. Üstünə 2 qələndə 9 eləyir da. Qırıq-qırıq xəttə gəlir çatır da. Aha. Burası da bundan 1 metr arkada dayanır da. O orada hər ikisi 9-dan kənarda dayanır da onsuz. Nə olsun ya, faktı 1 metrənin nə qədər fərqi var? Mən məsələn eyni sürətdə qaça bilən komandanın 2 dənə ən sürətli idmançısı var. Eyni sürətdə qaça bilirsə 1 metrdən böyük fərqi var. İndi belə biz deyirik. Yox, yəni deməkdə məqsədim o ki, yəni hər ikisi 9-dan kənarda durur da onsuz orada. Aha, o sözsüz. Amma o 9-da 40-40 xəttə oyunçunu vuran, zərbəvi zərbəsini vuran oyunçunun komanda yoldaşları dayanır. 3 metr məsafəni isə müdafiə olunan komanda dayanır. Oldu müəllim, sağ olun. Siz sağ olun. Lamiyə müəllimə. Bəli müəllim. 7 metr cərimə zərbəsini yerinə yetirən oyunçu nə qədər arxadan vura bilər? 1 metr. Bəs qapıcı nə qədər irəli çıxa bilər? Qapıcı 4 metr. Xətti tapdalaya bilər qapıcı? Xeyr. Anar müəllim tapdalaya bilər. O 4 metrlik xətt deyirsə müəllim, orada qapıcı məncə 4 metrdən qabağa gələ bilməz də orada. Xətti məncə tapda 4 metrdən qabağa gələ bilməz, top vurana tərəf gələ bilməz. Tapdalaya bilər, tapdalaya bilməz. Tapdalaya bilməz. Məncə tapdalaya bilməz. Yanlış deyirsiniz. Çünki o xətti orada. Tapdalaya bilməsəydi deyərdim ki, Lamiyə müəllim tapdalaya bilməz, düz dediniz. Dedim Lamiyə müəllim tapdalaya bilməz deyirsə, demək ki, tapdalaya bilər də, ağ olmayanda qara olacaq. Tapdalaya bilər, amma xətti keçə bilməz. Necə keçə bilər xətti? Xətti keçə bilməz. Hava ilə. Məsəl üçün əlləri keçsin, biraz irəli doğru olsun, sinəsi keçsin. Bu ola bilər. Amma daha mən xəttə tapdalayım keçsin, olmaz. Xətti tapdalaya bilər. Keçə bilməz. Lamiyə müəllimə. Bəli müəllim. Oyunçu bilərəkdən qapıcının üzünə topu vurarsa necə olar? Bilərəkdən cərimə zərbəsi yerinə yetiriləcək. Başqa? Oyunçu cəzalandırılacaq. Nəyinə? Necə? Sözü bircə alamıyız, zorla alıramıyız sizdən. Sarı kartla. Yanlış deyirsiniz. Anar müəllim. Mənim o handbol oyununda ümumiyyətlə meydançanın hər hansı tərəfində olursa olsun, yəni ta ki qayda pozuntusu olursa orada 7 metrli cərim olur. Mən nə sual verdim? Bunu düz dediniz, kobud qayda pozuntusuna görə. Amma mən nə sual verdim? Siz sual verdiniz ki, qapıcı oyunçuya qarşı. Qapıcı oyunçuya yox, oyunçu qapıcıya bilərəkdən üzünə topu atarsa. Oyunçu qapıcıya qarşı bilərəkdən üzünə topu atarsa.
Qayda pozuntusu olar da başqa. Üzünə top atarsa qayda pozuntusu olar da valla. O heç o sual mən rast gəlmir belə bir şey. O mövzunun içində. Ola bilər, hər şey ola bilər rast gəlməyib. Amma qaydada var da. Onu mən bugünkü video izahda demişəm, yoxsa deməmişəm. Demişəm, səhv eləmirəmsə demişəm. Deməmişəmsə də sual-cavab əsnasında çıxır ortaya. Rübai müəllim deyin, cavab verin. Kırmızı kart. Kırmızı kart. Aha, birbaşa qırmızı kart. Oyunçu Birbaşa oyundan kırmızı çıxarılır. kart. Aha, birbaşa qırmızı kart. Bəs yaxşı bilməyərəkdən vursa, Rübai müəllim. Oyun devam edir. Sarı kart. Sarı kart və yaxud da 2 dəqiqəlik Xəbərdarlıq. cəza. Aha, 2 2 dəqiqəlik. dəqiqəlik cəza. Aha, doğrudur Rübai müəllim, təşəkkürlər. Lamiyə müəllim, Bəli müəllim. gözəl dərs öyrənmisiniz. Təşəkkürlər. Ümumiyyətlə qrup hamısı çox gözəl, möhtəşəm dərs öyrənmisiniz hamınız. Hamısına minnətdarlığımı bildirirəm. Bu cür dərs oxumazlar, belə dərs oxuyurlar. Keçən mövzular da yaddan çıxıb. Anar müəllim, buyurun. Xeyr, müəllim bayaqdan qalıb qoşur. Bilirsiniz müəllim nəyin nəticəsidir bu? Məncə mən elə fikirləşirəm. Getdi əvvəl məsələn birinci dərsdə hamı hazır idi. Baxırdım burada hamı aktiv idi, qəşəng cavab verirdi. Getdikcə mövzular da çoxalır. Yəni futbol, voleybol, basketbol. O basketbol, 2 basketbolla da 300 basketbol vəfşəm bir-birinə oxşadığına görə adam orada qarışdırır hamısını bir-birinə. Foul limiti, nə bilim, texniki foul, nə. Belə orada qarışır adam. Həm də ki mövzular da yəni 4 dənə dərs, 4 oldu. 2 voleybol, bir də həm də 4 dərsdə də ümumi hamısına sual-cavab verəndə əvvəlkilər biraz adamın yadından çıxır. Bu ümumi olaraq təkrarlayırıq, prosta yenə adamın yadından çıxır da olur. Bu ümumi mən nəyə görə təkrar verirəm? Mən təkcə handboldan sual-cavab etdim, keçərəm. Problem deyil. Mən handbolu verdim, digər mövzuları burada sual-cavab edirəm ki, bu bilirəm ki, onsuz evdə təkrar eləmirsiniz. Yalandan deyirsiniz ki, təkrar edirəm. Yalandan üzünə baxdım, fırladım vərəqi. Siz belə edirsiniz. Burada sual-cavab edirəm ki, heç olmasa yadınıza düşsün. Mən handbolu etdim, basketbol qaldı o tərəfdə. Futbola çatanda basketbol yaddan çıxdı. Futzala çatanda 3x də yaddan çıxdı. Badmintona çatanda da artıq voleybol yaddan çıxdı. Hamısını belə təkrar sual-cavab edəndə heç olmaya evdə təkrar eləmirsiniz. Bu sual-cavabda yadınıza düşsün. Ona görə Elədir. Yəni üzr istəyirəm. Orası elədir. Mələ proses suallara cavab verməməmizdə problem, yəni ondan yaranır da belə mövzu çoxaldığından problem ondan yaranıb ki, evdə dərs oxumursunuz. Yalandan üzünə baxırsınız. Dərs oxumursunuz, öyrənmirsiniz. Problem bundan yaranır. Anar müəllim, bu sadəcə bəhanədir mənim üçün. Dediyiniz bəhanə. Müəllim, mən öz yerimə deyə bilərəm, təkrar edirəm, yəni gün ərzində. Biz müəllim, mən özümün yerimə deyirəm də, işlədiyimə görə də, yəni bizdə 2 simində dərs. İnan ki, tezdən məktəbdə olub axşama kimi. Gəlirsən evdə gələndən sonra bir-iki biraz təkrarlayırsan, yenə nə qədər edirsən çatdırmaq olmur da. Allah əziyyətinizi itirməsin, Allah ruzinizi yetirsin. Çox sağ ol. Amma siz gündə 1 saat vaxtınızı ayırıb təkrarlasınız, o sizin yadınızdan çıxmayacaq. Oldu müəllim. Bunu mən əminliklə deyirəm ki, siz gündə 1 saat vaxtınızı ayırın, tək Anar müəllimlə söhbət getmir. Hamıda. Gündə 1 saat vaxtınızı ayırsınız, 4 dənə mövzudur. O sizin yadınızdan çıxmaz. Təkrarlamırsınız, oxumursunuz. Əlbəttə ki, yaddan çıxacaq. Dərs elə bir şeydir ki, bir ay üzünü açma, orada adi cüzi şeylər də yaddan çıxacaq. Dərs elə şeydir. Lamiyə müəllimə. Asan suallara. Çətin deyil, hamısı asandır. Sadəcə o bilmədiniz. Basketbolda səbətin yerdən hündürlüyü. 3.5. 3.5. 3.5. Bəs səbətin yerdən, lövhənin yerdən hündürlüyü. 2.90. 2.90. Səbətin diametri. 45, torunun da uzunluğu 45 santimetr. Voleybolda torun uzunluğu. Voleybolda torun uzunluğu 9,5-10 metr. Meydana daxil olan hissəsi 9 metr. Eni 1 metr. 1 metr. Bəs antenin uzunluğu? Antenin uzunluğu 1,80, tora daxil olan hissəsi 1 metr. Antenin yuxarısında xətt gedir, onun qalınlığı 5 santim. 7 santimetr. 7. O ehtiyacı deyil, onu neyinirsiniz? Bəs voleybolda topun çəkisi çevrəsi.
260, 280, 57, 65, 67 santimetr. Bəs federasiya nə vaxt yaradılıb? 1946-da. Yox, voleybol federasiyası. Anar müəllim. Bəli müəllim. Federasiya. Voleybol 1895-ci ildə yaradılıb. Federasiya, voleybolun federasiyası, beynəlxalq federasiya. Demək 1897 səhv eləmirəmsə 97 idi o. 1897. Voleybol qaydaları işlənilib onda. Deməli federasiyası 1897-də də qaydalar işlənib onda. Yaddan çıxıbsa deyin ki, yadımdan çıxıb, keçək də digər müəllimə. Vaxtımız gedir axı. Yaxşı, mənim yadımdan çıxıb. Oldu mənim yadımdan çıxıb. Demək, kimin sırasıdır? Bir dəqiqə. Anar müəllim. Cahan müəllimə, siz deyin. 1947-ci il Parisdə. Aha, 1947-ci ildə. Günay müəllim, təşəkkür, üzr istəyirəm. Lamiyə müəllim, təşəkkürlər. Anar müəllim, siz söz açın. Sağ olun. Anar müəllim, handbolda qapıcıya nəyə icazə verilir, nəyə icazə verilmir? Necə yəni qapıya nə icazə verilir? Qapıcıya hansı qaydalar icazə verilir, hansı qaydalar icazə Müəllim, verilmir? qapıcı, deməli qapıcı orada qapıcı yəni ərazisində də belə deyək də 6 metrdir. Aha, 6 metr. 6 metr. O qapıcı çıxarsa biləcəyi yerdə 4 metrdir. O qapıcı onun içində 6 metrin içində ayağı ilə, əli ilə, bədənin bütün hissəsi ilə yəni topa toxuna bilər də. Deməli, top bu icazə verilən qaydalardır. İcazə verilməyən qaydalar topla, tutaq ki, topu çilə... Bir dəqiqə üzr istəyirəm. Bir dənə qapı sahəsində istənilən bədən üzvünə toxuna bilər. Bir dənə qaydası budur, ona icazə verilir. Başqa heç nə icazə verilmir. Başqa qapıcı orada... Başqa nə var bilər ki, qapıcı orada? Topa, gələn topları qarşılaya bilər də orada. Olmasın da, qapıcının rolunu deyil. Qapıcı indi icazə verilən... Deməli, qapıcı icazə verilir, neyinir? Topsuz oyuna qatıla bilər. Amma topsuz da, yəni topla çilə gedim, yox. Topsuz qatıla bilər. Qapı zonasından. Qapı meydançasından çilə çıxa bilmərəm topu. Çilə, qapı meydançasından çilə. Çilə məncə yox. Yanlış. Cahan müəllimə. Deməli müəllim, nəzarət etmədiyi topla qapı sahəsində girib oynaya bilər. Necə? Bir də təkrarlayın, zəhmət olmazsa. Deməli müəllim, nəzarət edə bilmədiyi topla qapı sahəsini tərk edə bilər, sonra da yerinə qayıda bilər. Topla oyun sahəsinə təkrar qayıdır. Yəni, bir dəqiqə, Cahan müəllimə, demək istəyirsiniz ki, topsuz vəziyyətdə öz meydanımı tərk edə bilərəm. Topsuz vəziyyətində qayıda bilərəm. Bəli. Aha, bu doğru. Sonra? Sonra müdafiə məqsədi ilə topa bədənin istənilən hissəsi ilə toxuna bilir topa. Harda? Müəllim, öz xəttində. Öz meydanda. Aha, sonra. Bəli, öz meydanda. Bir də müəllim, sahə oyunçularına qoyulmayan tərəfdən öz qapı sahəsinə sərbəst hərəkət edə bilir. Hə, o da düz. Öz qapı meydanında sərbəst hərəkət edə bilir. Bəybələ müəllim, əlavələr deyin. Amma qadağalar da müəllim müdafiədə rəqibini təhlükəyə ata bilməz. Sonra topu çiləyərək çıxa bilər. Mən bu qadağaların içində necə çiləyəcək? Yuvarlanan topa və yaxud da hərəkətdə olan topa toxuna bilməz. İdarə elədiyi topa qapı sahəsini tərk edə bilməz.
Doğru. Bəybələ müəllim, əlavəniz var? Müəllim, mən nəzarətdən çıxan topu tez edə müəllim. Aha. Topun arınız gedə bilər. Bir də topu çiləyə bilər, çiləyə. Bir də ki müəllim, nə məhdudiyyətləri nəzərə almadan belə bir şey cümlə vardı. Onu yadıma salmaq Hə, istəyirəm. öz qapı meydanında dəyişməsi, öz qapı meydanında yer dəyişməsi. Zərbəsini yeni yetirəm. Baxın. Nəsə bir də Aha. öz qapı meydançasının mənim çərçivəsində sahə oyunçularını dəyişə bilərdi mənim belə. Belə Aha, bir şey var. dəyişə də bilər, dəyişə də bilər. Baxın, deyim də, baxın. Qapıçıya nə icazə verilmir? Qapı meydanında topu tutdum, sonra çıxa bilmərəm. Qapı meydanında topu tutum, çıxım. Qapı meydanından sonra olmaz. Qapı meydanının yanından top dığırlanaraq gedir və yaxud top dayanıb. Mən onu gedib götürə bilmərəm. Əlavə olaraq, öz meydanında topu tutub, siliyərək topu meydanını tərk edə bilərəm. Topsuz halda sahə oyunçusu kimi iştirak edə bilərəm və sahə oyunçusuna nə qayda qanun tətbiq olunursa, qapıçıya da həmin qayda qanun tətbiq olunur. Qapı meydanında bədənin istənilən üzvü ilə topa toxuna bilərəm və nəzarətimdən çıxmış topu yenidən götürə bilərəm. Sonra, qapı meydanına heç bir oyuncu, ya hücumçu, ya da müdafiəçi qapı meydanına girə bilməz. Necə girə bilər? Bir şərtlə, sadəcə keçirəm. Qapı meydanından çıxıb keçirdim də, yəni yolum düşdü buradan, qapının bu tərəfindəyəm, keçdim. Bu ola bilər. Daha hansısa hücumu və yaxud da müdafiəni üstünlük etməsin. Məsəl üçün, hücumçu gəlib yansın qapı meydanında, üstünlük əldə etsin, xeyr, olmaz. Və yaxud da qapıcı. Sonra, nə icazə verilməz? Dediklərimi dedim, əlavə olaraq. Nə icazə verilməz? Orada hansı qaldı? Buyurun, Bəybələ müəllim. Nə dedim, sual versə, mən nəyə icazə verməz qapıçıya. Onu səlimi qaldırdım. Demək olar ki, saydım. Bu qədər yəni. Sonra, burada kimə keçək? Anar müəllim, səs açın zəhmət olmazsa. Bəli. Top müdafiə olunan son olaraq müdafiə olunan komandanın oyunçularına, qapıçısına dəyib yan xəttdən çıxarsa oynardan başlanılır. Yan xəttdən çıxarsa elə yan xəttdən başlanılır müəllim. Amma qapının deməli qapının böyürlərində olan xəttlər var, qapı xətti deyək də. Oradan çıxırsa qapıçı başlayır. Küncdən çıxırsa yenə künc zərbəsi başlanılır. Künc zərbəsi var handbolda. Müəllim o elə bir yanına. Künc nöqtəsindən yanına. Yaxşı. Oyunçulara dəyib, sahə oyunçularına dəyib, qapı xəttindən çıxarsa top. Hava ilə və yaxud da yerindən dığırlanıb. Hardan oyun başlanılacaq? Hansı tərəfin oyunçular? Mənim ta ki A ilə B oynayırsa, B oyuncusu getdi hücuma, topu atdı, A komandasının qapıçısına, üzr istəyirəm, oyunçularına dəyib qapı xəttindən çıxdı top. Onda qapıçı başlayır müəllim. Qapı xəttindən çıxırsa, müəllim orada, qapıçıya dəyib qapıdan çıxırsa, qapının bölüntüsü qapısı başladı. Bu zaman. Amma oyunçulara dəyib çıxarsa? Oyunçulara dəyib çıxarsa, onu inanırsan müəllim, bir ağları o mövzu, həmin o sözü başa düşməm, o da gəldi, o suala mənə düşdü. Orada qapı xəttindən çıxırsa qapıçı başlayır, orada səhv eləmirsə yan tərəfdən başlanılır orada. Bunu Cahan müəllimə desin. Görüm Cahan müəllimə desin. Sözünü uzaq verəcəm. Künc nöqtəsindən. Biz də nə düz müəllim, yerdən danışmayaq. Yox, cavabı demək istəyirəm, buyurun, yaxşı. Bilirəm, cavabı demək istəyirsiniz. Künc nöqtəsindən. Baxın, Anar müəllim. Topu məsəl üçün atdım, topu A komandası, biz oynayırıq. Ən yaxşısı A, B-ni qarışdırmayıq. Mən müdafiə olunan komandayam. Siz atdınız. Mənim komandamın istənilən oyuncusuna dəyib, top yanla və yaxud da dığırlanaraq yanla və yaxud da göylə keçərsə hava ilə yan xətti. Top yan xəttdən başlanılır. Bütün oyuncular dəyib yan xəttə çıxarsa yandan başlanılır.
Siz mən yenə oynayırıq. Mən müdafiə olunan komandayam. Siz topu atdınız. Qapıçıdan başqa saha oyunçularına dəyib qapı xəttindən çıxarsa, gəlir küçdən küç nöqtədən. Yəni bu da yan gedir. Küç zərbəsi yoxdur, yan gedir. Küç nöqtəsindən başlanılır. Və küç nöqtəsindən başlanılan zaman 9 metr 40-40 xəttin xaricinə atılır. Amma biz yenə oynayırıq. Müdafiə olunan komandayam. Siz topu atdınız mənə. Yəni siz topu atdınız, mənim komandamın qapıçısına dəyib. Artıq qapı meydanını tərk edərsə, bu zaman qapıçı oyunu başlayacaq. Başa düşdünüz? Bildim. O ikisini düz demişdim. Bir dənə küç fikrimdən çıxmışdı da orada. Küç nöqtəsi yaddan çıxmışdı. Anar müəllim, yaxşı. Azərbaycanda təxminən nə zaman yaranılıb handbol? Handbol deməli, handbol 92-ci ildə də bunlar. Handbol Federasiyası yaranıb Azərbaycanda. Özü nə zaman yaradılıb? Eyni ildə yaranıb da onlar. Eyni ildə üzv olub. Həm yaranıb, həm də Beynəlxalq Federasiyaya üzv olub. 57-ci ildə. 57-ci ildə ilk dəfə klub yaranıb, handbol klubu Azərbaycanda. Onda 55-ci ildə. Nəhayət o 55-57 olur. Aha, nəhayət ki 55-i tapdıq. Yaxşı, Anar müəllim. Handbolda topun çəkisi çevrəsi. Deməli müəllim, orada 100 qram fərq var. Deməli 325, 375 birdir, qadınlardadır, səhv eləmirəmsə. 325, 425 birindədir. Qarışdırdıq ana. Qarışdırdım. Nərgiz müəllim deyil. 100 qram fərqi var ya onların bir-birinə. Nərgiz müəllim. Mənim qadınlarda 54-56-dır, 325-375, kişilərdə 425-475-dir. Bəs çevrəsi kişilərdə? Kişilərdə o elə ki 54-56 o gedir, 58-60 o gedir. Yəni kişilərdə gedir. Aha. Təşəkkürlər. Kişilərdə. Anar müəllim. Bəli. Basketbolda oyunçu diskvalifikasiya alarsa, neçə diskvalifikasiyada oyundan kənarlaşar və diskvalifikasiyaya görə neçə cərimə atışardılar? Basketbolda oyunçu 5 oyundan kənarlaşdırırlar. Diskvalifikasiya söhbət gedir, nə 5? Hə, diskvalifikasiya 1 müəllim. Aha, bəs neçə cərimə atışardılar? Diskvalifikasiyada 2 cərimə atışı. 2 cərimə atışı. Diskvalifikasiyada nə zaman cərimə atışı atılmaz? Qarşılıqlı olarsa. Qarşılıqlı olarsa. Təşəkkürlər Anar müəllim. Sağ olun. Səs açsın. Nərgiz müəllimə zəhmət olmasa səs açsın. Buyurun müəllim. Nərgiz müəllim, voleybolda hissələr arası fasilə. 3 saniyə. Voleybolda birinci zonan oyunçusu neçənci zonaya gedir oyun dəyişdiyi zamanı? 6-cı zonaya. 1-6-ya. Voleybolda time-out. 2 time-out verir. Biri birinci hissə, ikisi yəni biri birinci hissədə, yox ikisi birinci hissədə, ikisi ikinci hissədə. Yəni hər hissədə 2 time-out verilir. Bəli. Basketbolda time-out. Basketbolda ikisi birinci hissədə, 3 ikinci hissədə, 5 dənə time-out verilir. Handbolda ikinci hissədə götürülmür. Handbolda oyunun bitməsinə 5 dəqiqə qalarsa, 2 time-outun ikisi də qalarsa. Müəllim, orada 5 saniyə söhbət var. Basketbolda 2 saniyədir, orada 3 saniyə olmazsa, yəni silinir də. Nə, 3 saniyə nədir? Nəyi qatdınız? 3 saniyə nədir?
Yəni 3 saniyə elə bil ki, 5 saniyədən elə bil ki, belə idi də, qarışdırdım. Sonuna 3 saniyə də, yəni Dəqiqi olar. deyə bilmədim mən. Bəli. Dəqiqi olmalı deməliydiniz, qarışdırdınız. Daha müəllimə. Müəllim, 5 dəqiqə qalmış, ikisi varsa biri silinir. Varsa biri. Bəli, belə qarışdırdım, beynim qarışdı. Nərgiz müəllim, time-out'un vaxtı handbolda. Handbolda 60 saniyə, Voleybolda 30 saniyə, 300 basketbolda, 30 saniyə, basketbolda, 60 saniyə. basketbolda oyun bərabər bitərsə. Oyun bərabər bitə bilməz. Bitərsə nə olacaq? Bitmər, oyunda qarışdırdım. O bərabər bitmir axı. Əsas hissədə bərabər oldu da. Əsas hissə bərabər Bəli. bitdi. Necə davam edəcək? Mənim iki fərqi yaranana qədər davam eləyir. Səsi Yox, bağlayın necə zəhmət olmasa. edəcəm? Yanlış deyirsiniz. Orada da quşların səsi. Can müəllimə deyin. Müəllim, deməli basketbolda heç-heçə bitirsə, yəni bərabərlik olursa, fasilə olur 2 dəqiqə. Sonra əlavə 5 dəqiqəlik oynanılır. Yenə də bərabərlik olarsa. Yenə 2 dəqiqə fasilə, 5 dəqiqə yenə oynanılır. Aha. Yəni o qalib müəyyən olunana qədər prosedur elədir. Yaxşı. Bu 3x basketbolda bərabər olarsa. Overtime oynanılır. İlk 2 xalı qazanan qalib hesab olur. İlk 2 xalı qazanan qalib hesab olunur. Bəs voleybolda oyun bərabər olarsa, birinci set bərabər olarsa. Ola bilər heç. 3 set oynanılır. Birinci setdə 25-25-dir. Oyun bitəcək yoxsa 2 xallıq, xeyr, 2 xallıq fərq yaranana qədər davam edəcək. Aha, yaxşı. Handbolda top əldə neçə saniyə? 3 saniyə, 3 addım. 3 addım. Yaxşı, handbolda yandan necə başlanılır? Deməli mənim bir ayaq mərkəz xəttin üzərində olmalıdır. 3 saniyə ərzində başlanmalıdır. Mərkəz yox, yan xəttin üzərində. Yan xəttin üzərində 3 saniyə qaydası yoxdur burada. Bəli, rəqiblər də 3 metr məsafə saxlamalıdır. Bir ayaq mütləq xəttin üzərində olmalı. Yandan birbaşa qol qeydi alınır, alınmır. Bəli, alınır. Alınır. Yaxşı. Sonra Cahan müəllimə. Demək, voleybolda libero hücum zonasındadırsa və yaxud da elə öz zonasındadırsa, barmaq pası hücumçuya atarsa, top tor səviyyəsindən hündür olarsa, hücum zərbəsi vurular. Libero, bəli. Öz sahəsində olanda, öz sahəsində olduqda vura bilər, amma hücum zonasından atdıqda vura bilməz. Yəni, başa düşdüm mən. Hücum zonasında libero topu barmaq pası atdı. Top tor səviyyəsindən hündür olarsa vura bilməz. Bildim. Öz zonasında olarsa vura bilir. Aha. Öz zonasında olduqda da top tor səviyyəsindən aşağıda olarsa. Bəli. Bildim. Aha. Yaxşı, voleybolda neçə time-out'umuz var dedik? Hər hissədə 2, 30 saniyə. Neçə texnik time-out'umuz var? Yoxdur. Yoxdur. Oyunda maksimum neçə dəfə push atma atılır voleybolda? Voleybolda birinci set, bir də 5-ci set oynanılarsa. Basketbolda? Push atma yoxdur, hava atışı var mərkəzdən. Hakim hava atışı ilə başlayır. Bir dəfə, birinci hissənin əvvəlində. Birinci hissənin əvvəlində. İkinci hissəyə keçən zaman necə bəlli olunacaq? Hansı komanda başlanılacaq? Deməli, müəllim, A komandası sağ tərəfdən hücum edirsə, B komandası sol tərəfdən hücum eləyəcək. Yəni, o nə demək oldu? Yəni,
Yox, hücum edəcəyini soruşmuram. Komandalar hücum istiqamətlərini dəyişəcəyini soruşmuram. Mənim üçüncü hissədə sahələrini dəyişirlər. Yəni Aha, nə onu tuş bildim. atmasız, nə də Onu hava atışı demirəm. olmuş. O düz deyirsiniz. Hansı komanda başladığını necə biləcəyik? Qalib komanda başlayır. Hətta. Anar müəllim deyin. Mənim oxa baxılır da orada. Hakim masasında çoxa baxılır. Başqa nə zaman baxılır Anar müəllim hakim masasında çox? Mübahisəli vəziyyətdə. Aha, mübahisəli topda. Cahan müəllimə, yaxşı. 3x basketbolda overtime-da oynanırlarsa maksimum neçə xal toplamaq olar? Overtime-da 23. Overtime-sız 22. Aha, gözəl. Təşəkkürlər. Ümumiyyətlə kiməsə sual cavab etmədiyim müəllim qaldı. Mənim maksimum 23 deyil. Maksimum 23. Minimum 20. Minimumda 21 xal. Yəni overtime-sız yox da, normalda minimum 21. Bəli. Aha. Yox, minimum 21 niyə deyirik ki? Minimum söhbəti deyəndə mən də beynim qarışdı bir anlıq. Mənim overtime-la 23, overtime-sız 22 olur. Overtime-sız maksimum 22 olur. Müəllim minimum Bəli, deyir. bəli. Minimum deyir. Bəybələ müəllim belə fikirləşin də. 10 dəqiqə bitdi, hesab 12-10. Hesab bitdi. Minimumu deyə bilmərik neçə olsun. Aha, qabaqda olan komanda. Aha, lap 8-7. 10 dəqiqə bitdi, 8-7 oyun bitdi, 8 olan qazanacaq. Mən 21 xala kimi oynanılır. Ha, 21 xala qədər oynanılır. Minimum söhbət deyə bilməz. Bildim mənim, çox sağ ol. Siz sağ olun. Ha. Demək, Bəybəla müəllim, Elmira müəllim, Lamiyə müəllim, bir də Cahan müəllimə. Sizdən ümumi o sonda 2 dənə müəllimdən deyirdim də hər dərsin sonunda 2 müəllimdən soruşacağam. Sizlərdən soruşmuşam. Könüllü olaraq kimdən soruşum? Ümumi 4 mövzudan tez-tez sual cavab edək. Bir könüllü. Elmira müəllim. Elmira müəllimə sizdən sual cavab etmişik, demişik. Bəybəla müəllim etmişik. Xeyr. Görək. Anar müəllim. Söz deyim. Aha. Mən dərs başa salmayacaqsa mən çıxa bilərəm, bir dənə işim vardı. Aha, buyurun, buyurun. Onsuz da dərsimiz bitir. Sabahların dərsin videosunu atacağım. Səsli izahı atacağım. Səs atacağım da sizə. Yaxşı mənim. Çox sağ olun, var olun mənim. Allah razı olsun. Cümləmizdə. Sağ olun. Anar müəllim. Bəli. Könülsüzsünüz bu günlər. Nəsə heç müəllim özümü xoşlamadım bu günlərdə. Tam belə ürəklə qoşulmadı. Hazırlaşmamışam. Nətər hazırlaşmışam, prosta nəsə yaxşı cavab verəmədim. Yorğunçuluğun əlamətidir yəqin. Ola bilər müəllim. Nəsə xoşlamadım heç özümü. Ümumiyyətlə belə deyim, şey çıxmasa başqa bir qrupda da biraz zəifçilik oldu, amma özüm vəbşə xoşum gəlmədi də özümdən. Yəni zəif, çox zəif. Yaxşı. Onda elə Bediz Cahan müəllim. Bir siz Cahan müəllimə siz olun. Yenidən sual cavab edək. Sizlə. Sonra kim olsun? Bilin də elə müəllim, mən sual cavab eləyək, amma ki, yəni bilmədiyim şeylər də ola bilər də indi. Yaxşı, Anar müəllim, elə sizdən başlayaq. Anar müəllim, 3x basketbolda buyurun Rübali müəllim. Məndən də sual cavab eləmək olar. Aha, aydındır. Cahan müəllimə, siz getdiniz gələn səfər inşallah. 2 müəllimimiz könüllü tapıldı axır ki. Anar müəllim, 3x basketbolda neçə hissədən oynanılır? Bir hissə müəllim, bir hissə 10 dəqiqə. 3x basketbolun yaranma tarixi? 1980. Olimpiya oyunlarına nə zaman daxil olunur? Olimpiya oyunlarına 2020. İştirak edib 2020-21-də. Bəs nə zaman daxil edilib? 2017. 2017. Voleybol ilk dəfə nə zaman olimpiya oyunlarına daxil edilib?
64-də. 64-də. Volleybolda hissələr arası fasilə. Hissələr arası fasilə 3 dəqiqə. Volleybolda servis kim başlayır? Hissələr arası 3 dondu. Düz. Qarışdırmayaq. Volleybolda Ekran dondu ona görə. Hə müəllim necə? Volleybolda servis kim yerinə yetirir? Hansı onun oyunçusu? Birinci oyunçu, bir nömrəli oyunçu. Birinci yeridir. Birinci zon servisi başlayan zaman neçə saniyə vaxt verilir? 8 saniyə. 5 saniyədə servisi başlasan oyuncu davam edər. Necə davam edir? Necə davam edəcək də? Necə yəni normal şəkildə 5 saniyədə servis başladı. Başlamaq olar da. Yəni maksimum 8 saniyə gözləyə bilərsən Yəni də. o oyun elə olduğu kimi davam edəcək. Yəni olar. Bəli. Yaxşı. Yəni maksimum 8-dən gec olmaz da. Gec olarsa alınıb rəqibə verilir top. Yaxşı. Tez olarsa 8 saniyə, yəni hakim O göstərişi olar. vermədən, yox göstərişi etmədən başlayarsa. O təzədən yenə özləri başlayır. Yaxşı. Servis başlayan zaman top dəydi tora, qayıtdı düşdü meydanıma. Öz tərəflərinə. Onda rəqibə verilir də top. Bəs dəydi tora rəqibə düşdü. Tora rəqibə düşsə, əslində müəllim o sual biraz mübahisəli sualdır. Məsələn, o mövzuda da rast gəlmişdim mən. Mübahisəli falan deyil. Bax elə ki belə deyək də topu mən vururamsa, setka rəqib tərəfə düşürsə, xal bizə yazılır. Amma orada bir mən rast gəldi, deyir ki, o olmaz da göy elə şey. Yox, yalan deyirlər. Kim deyirsə yalan deyir. Nərgiz müəllim, buyurun. Müəllim, orada oyunçu əgər dəyər, çatmalıda servizdə keçir. Topun tora dəyməyi qayda pozuntusu deyil. Oyun davam edir. Bəli. Mən də elə bilirəm də top keçir də o tərəfə. Müəllim, üzr istəyirəm Anar müəllim. Hərə belə pis sıxmasını, ağlına gələni test kimi yaradır, paylaşır. Heç o testin ya qabağı var, ya arxası var, ya konkret cavabı var. Elə şeyləri çox da düşünüb başınızı, beyninizi ağrıtmayın. Bir para bildiklərinizi də qarışdıracaqsınız ki, bu necə idi? İndi nə bilim bu belə idi, yoxsa o eləncə ilə. Ona görə elə çox özünüzü yormayın. Bu qrupları da müəllimlər baxıram, nə gəldi atırlar qrupa ki, sırf müzakirə olsun. Heç yarım saat müzakirə edirlər, heç bilmirlər nəyin müzakirəsini edirlər. Elədir müəllim. Yəni ona görə boş-boş bəzi mesajlar üçün, yəni cavablı suallar üçün fikirləşməyə dəyməz. Anar müəllim, yaxşı. Volleybolda maksimum neçə oyunçu blok qura bilər? 3. Libero blok qurmada iştirak edə bilər? Blok qurmada xeyr. Handbolda neçə time-out var? Handbolda neçə time? 3 time-out. Time-outun neçənci saniyəsində hakim fit verir ki, meydana gəlsinlər? 10 dəqiqə qalmış. 10 dəqiqə qalmış. 10 saniyə qalmış. 10 saniyə qalmış. 3x basketbolda əsas hissədə götürmədiyimiz time-out əlavə hissəyə keçir. Xeyr. Götürmədiyim 3x-də. Keçir 3x-də. Bəs basketbolda götürmədiyimiz time-out ikinci hissəyə keçir. Basketbolda hissədən hissəyə keçmir. Bəs yaxşı, oyun bitdi. Bir hissədən düz dediniz də, qarışdırmayaq. Düz deyirsiniz. Növbəti sual deyin. Hissə ilə o birisini qarışdırdım, periodları da. Perioddan perioda keçir, hissədən hissəyə keçmir. Perioddan perioda necə keçir? Birinci perioddan ikinci perioda keçir. Daha ikinci perioddan üçüncü perioda keçmir. İkinci period bitdi, birinci hissə bitmiş sayılır. Üçüncü period başladı, ikinci hissə başlamış sayılır. Anar müəllim. Yaxşı. Basketbolda 4-cü periodda 2 time-outumuz qalıb. Oyun bərabər bitərsə əlavə hissəyə keçər. Xeyr. Komandanın faal limiti 3-dür. 4-cü periodda komandanın faal limiti 3-dür. Oyun bərabər qaldı. Əlavə hissə oynanılır. Komandanın faal limiti sıfırlanacaq yoxsa yox? Sıfırlanmayacaq.
Sıfırlanmayacaq. Oyunçunun faal limiti perioddan perioda sıfırlanır. Oyunçunki sıfırlanır, amma komandanınki yox. Xeyr. Bəlkə yerlərini dəyişdirdik. Komandanınki sıfırlanır, oyunçunki yox. Bəs 3x basketbolda birinci hissədə oyunçunun faal limiti 2 qalıbsa, əlavə hissədə sıfırlanacaq, sıfırlanmayacaq. Aha. Necə oyunçunun qaçdırdım ya orada. Necə müəllim? Bir də sual deyirəm. 3x basketbolda oyunçunun faal limiti 3-dür. Məsəl üçün. İkinci hissə oyun bərabər bitdi. 3 basketbolda ikinci sormuraq müəllim. Overtime-da Nəsə çaşdırıcı sual oldu bu. Cahan müəllimə deyin. Ya ikinci hissə dedi, ona görə neçə qalır? Oyunçunun limiti yoxdur, yəni faal limiti yoxdur. Oyunçunun faal limiti Komandanın da. yoxdur. Bəli. Siz Anar müəllim, elə bildim 3x basketbolda dediniz. Dedim yəqin ardın gətirəcəksiniz ki, oyunçunun faal limiti olmur. Deyirdim, ha, düz gəlir. Axırda növbət ardınca dediniz ki, ikinci hissə olmur. 3x basketbolda demişik axı, oyunçunun faal limiti olmur. Oyunçunun faal limiti olmur da müəllim. 3 basketbolda olmur ha. Hələ siz axtarırdınız. Görək keçir, keçmir. Mən fikrim o birisində qalmışdı. O böyük basketbolda. Qalmasın. Təşəkkürlər Anan müəllim. Rübai müəllimdən də soruşan bir sual. Bəli, buyurun müəllim. Aha, Rübai Bəli, buyurun. müəllim. Voleybolda 4 dəfə olimpiya medal qazanan idmançımız kimdir? Voleybolda 4 olimpiya medalı qazanan İnna Rıskal. İnna Rıskal. Azərbaycanda yaranma tarixi voleybolun. Azərbaycanda 1926-cı il. 1900. Bəs federasiyasında bax yaranıb Azərbaycanda. Federasiya Azərbaycanda 1992. Nə vaxt beynəlxalq üzv olub? Həmin ildə. Həmin ildə. Handbolda hissələr arası fasilə. Handbolda hissələr arası fasilə rəsmi oyunda 10 dəqiqə, beynəlxalq 15. Maksimum neçə püşkatma keçirilir? Maksimum 4. Maksimum. Dörd. Minimum. Minimum 1. Qalibə, məğlubə və bərabərliyə verilən xal. 2-0-1. 2-0-1. Yaxşı. 2-0-1. Sonra bir dəqiqə. Voleybolda libero haqqında anlayışlar. Libero nədir? Nə edir? Nə qarır? Libero bəstə boy olur, 1.65 boy olur. Aha. Blok qurmada iştirak edə bilməz. Aha. Komandanın yaxşı oyunçusundan seçilir, Aha. təcrübəli oyunçusundan seçilir. Aha. Libero istədiyi vaxtı arxa zonadan hakimə demədən yer dəyişmə eləyə bilir. Belə olur. Yəni oyundan çıxır, girə bilir. Yəni oyunçu dəyişikliyinə adiyyatı yoxdur liberonun. Adiyyatı yoxdur. Yəni o birisilər hər hissədə 6 dənə eləyə bilər. Bu isə fərqi yoxdur. Adiyyatı yoxdur o oyunçu dəyişikliyinə. Aha. Bəli. Sonra çox liberon funksiyaları çoxdur. Libero kapitan ola bilər. Bəli, ola bilər. Kapitan Libero- ola bilər. Oyuncu forması öz komandasından seçilir. Aha. Başqasının komandası rəngdə ola bilər. Aha. Libero Bir də. servisi yerinə yetirə bilər. Servis yerinə yetirə bilməz yox. Bilməz. Yaxşı. Handbolda oyuncu dəyişikliyi. Handbolda oyuncu dəyişikliyi yoxdur. Məhdudiyyə yoxdur. Handbolda qırmızı vərəqə alan idmançının oyunçunun əvəzinə başqa oyunçu gələ bilər meydana. Qırmızı vərəqə olan oyunçunun əvəzinə 2 dəqiqədən sonra bəli girə bilər. 2 dəqiqədən sonra girə bilər. Yaxşı. 3x basketbolda oyuncu dəyişikliyi. Oyuncu dəyişikliyi bir dənə oturur orada o oyuncu. Bəli. Yəni Dəyişiklik eləyir də oyuncu. bilmək dəyişiklik limitli, yoxsa 3 nəfərdir, yoxsa 5 nəfərdir. Limitsiz, limitsiz. Aha, Limitsiz limitsiz istənilən oldu. vaxt 1000 Aha. nəfər. Mütləq meydana neçə nəfərlə çıxmalıdır?
3 nəfərlə. Nərgiz müəllim, hə, əlinizi endirdiniz daha 3 dəfə. Nə sual verdim? Hə, 3 nəfərlə. 3 nəfərlə, 3 3 nəfər, aha. basketbolda 3 nəfər meydançada olmalıdır. 3 nəfər. Elə bildim 3 dəfə dediniz. Deyəcəm nə sual verdim. Yox, nəfər ola bilsin, mənim səsim biraz boğuq çıxır. Narahat Həm də mən olmayın. hər səhər 4-dən 5-dən dururam yuxudan. Belə vaxtlar çox yuxulu oluram. Beynim pozulur. Hər gün 4-dən 5-dən oyanıram mən namazlara görə. Aha, Allah Bəli. qəbul etsin. Allah əziyyətinizi itirməsin. Sağ olun. Allah qəbul etsin. Aha. Yaxşı, Rübani müəllim. Handbolda mütləq neçə nəfər çıxmalıdır? 6 nəfər. 7 nəfər. 7 nəfər. 7 nəfərdən 5 nəfər də ola bilər. 5 nəfər. 5 nəfərdən də ola bilər. aha, 5 nəfərdən az oyunçu qalarsa oyun Texniki məğlubiyyət. 5 nəfərdən nətər oyun zamanı aha, oyun zamanı 5 nəfərdən az qalarsa. o hakim qərar verir onu. Aha, onda hakim qərar verir. İstəsə texniki məğlubiyyət, Bəli. istəsə oyun Bəli, davamı görər. Aha, yaxşı. 3x basketbolda qeyri-idman faalı. Qeyri-idman faalı Neçə zərbatçı və oyunçu neçə dəfə qeyri-idman faal edərsə oyundan kənarlaşır. 2 qeyri-idman faalına görə oyundan kənarlaşır. Görəmi? Qeyri-idman faalına görə oyundan. Bəs neçə cərimə atışı? 1 cərimə atışı. 1. 2. Bir dənə yadınızda saxlayın ki, basketbolda da 3 basketbolda da 1 cərimə atışı dənə. texniki faaldadır. Texniki faalda bəli. Və basket faal olarsa komandanın faal limiti doldurmazsa 1 cərimə atışı atılar. Xal plus 1 cərimə atışı. Bəli. Rübani müəllim, beynimdə bir sual var idi. Voleybolda torun hündürlüyü, yerdən hündürlüyü, qadınlarda, kişilərdə. 2.24 qadınlar, 2.43 kişilər. Direğin hündürlüyü. Dirəklər 3 metr. Direğin hündürlüyü 3 metrdir. Voleybolda hansı dirəyin hündürlüyü? Antina Tor deyirsiniz. aslan da, tor aslan direğin. Voleybolda. Aha. Elə 3 dəfə eşidirik Rübani müəllim. Elə Yadıma düşür, beynim bozuldu. Vallahi. Siz deyin yadıma düşür, deyin. Nərgiz müəllim. Müəllim 2.44-dür. Antina da 1.80-dir. Dirəyin hündürlüyü 2.44-dür. 2.44 nədir? Ay Nərgiz müəllim. Dirəyin hündürlüyünü soruşmusunuz müəllim. 2.44 deyil. 2.43 hələ kişilərdə torun hündürlüyüdür. Cahan müəllim. Mən elə bilirdim. Mənim 2.55. 2.55. Çaşdığım Onu bağışlayın. bilmirdim, yadımdan bilmirdim. O dirəyin 2.55 hardasa 2.55. rast gəlmişəm. Bəli. Rübani müəllim. Bəli. Basketbolda topun çəkisi çevrəsi. Basketbolda kişilərdə Qadınlarda həm kişilərdə. Kişilərdə 560-650, Yox. 556-650, 567 650. 567-650, bəli, 567-650 Qram. Sonra qram, bəli, qram. bunu Cahan müəllimə desin. İcazə verin. Bəli, yadımda. Qadınlarda 510, 567, 724, 737 milli. Kişilərdə isə 567, 650 qram, 749, 780 milli. Güzel. Rübani müəllim. Təşəkkürlər Cahan müəllim. Bəli. Rübani müəllim, yaxşı. 3 basketbolda topun çəkisi çevrəsi. 720-740. Çevrəsi bəs 72-74. çəkisi. 720-740. O 720-740 milli santimetr. Millimetr. Hə. Xeyrə qarşı sağ olun Cahan müəllim. Deyin Cahan müəllimə. Deyin ki Mənim 580, 620 qram. 580-620 qram. Sağ olun. Rübani müəllim, yaxşı. Bəli. Xətlərin qalınlığı basketbolda. 5 santimetr. Bəs handbolda. Handbolda da 5 santimetr. Qapı xətti 8. Yaxşı. Basketbolda hakim heyəti.
Basketbolda hakim heyəti 7. Basketbolda 7. Beynimdə handbol tutub basketbol deyirəm. 3x basketbolda. 3x basketbolda 5. Handbolda. Handbolda 4. Voleybolda. Voleybolda 8. Deyin Nərgiz müəllim. 10 nəfər. 10.